Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Allah'ın adıyla ve yadıyla başlayıram. Beyin mühendisliğine karşı Türkçe Eski Kitaplar programının 302. bölümün başlayıram. 302 bölümdür ki Allah'ın lütfüyle Türk dilimizi ve dedelerimizin bize miras koyduğu en önemli miraslarından olan dil, Türkçe dilimiz ve onun yazısı, yazı uygarlığı, bu iki uygarlığı bize miras koydukları için Allah'a şükür olsun ve onlara teşekkürler. Allah hamısına rahmet eləsin dedelerimizin ki bu dili ve bu yazı uygarlığın bize koyuplar kalıbdı. Niye ki onlar geçen minler illerdeki yaşadıkları tecrübeleri sığdırıblar o kitaplara ve bizim için koyuplar. Düşüncelerin, anlayışların, baxışların, görüşlərin bu kitaplara sığışdırıblar ve bize koyublar. Kitaplar doludur teorilərlə. Təəssüflə biz əslən bu kitaplara baxmırıq. Məsələn biz Ərəstunu, Əflatunu, nə bilim Suqratı, Buqratı, filanı, Bəhmanı çox yaxşı tanırıq Avropalılarda. Amerikalıların bu xərçəng deyə farsıda bir şey var. Bir canlının adı var. İndi bunun Türkçe adı mən bilmirəm nədir. Lobster deyə ya crab deyə İngiliscədə adı var. Bunu sərin suyu qoyurlar o qazın üstünə ya hər nədir ki bişirəcəklər odun üstünə, deyək odun üstünə qoyurlar, altın yandırırlar, yavaş yavaş su qızışdıqca o da qızışır, adət edir və ölür, axırda da bişir. Hətta bu bəzən görünübdür ki, elə o halda ki su qeynir, başlayır yeməyə, ayrı bir şeylər yeyir özü orada. Yəni keyf eləyir, bilmir ki nədirdir. Biz də keçən 250 ildə o şey kimi, lobster kimi, o xərçəng kimi bizi suyun içində yavaş yavaş bizdəşdiriblər, bizdəşsizdiriblər, özgələşdiriblər, özgələşmişik. Yavaş yavaş xəbərimiz olmayıbdı. Eyni o xərçəng kimi. Öləndə də belə onu yemişik. Yəni indi də məsələ İranda hala birində məsələn İrançılıq eləyir, farsçılıq eləyir. Yəni bunlar o xərçəngə bənzirlər, o lobsterə bənzirlər ki, o cür bişirirlər. Biz də o cür olub yavaş yavaş bu dədələrimizi, nənələrimizi ki, minlər il yaşamaqlarını o kitablara töküblər. Onları keçən 250 ildə oxumaqdan qaçmışıq və uzaqlaşmışıq. Amma düşmənlərimiz bir cıqqılı teori qoysunlar, onun üstünə baş sındırırıq. Bir romanları olsun, bir tarixlərdə yazsınlar, yalan tarixlərdən falandan. Biz onların da üstündə özümüzü öldürürük. Niyə ki, beynimiz indi dedim, lobster olmuşuq da. Gərək ki, özümüzü qurban eləyək, o bizi bişirənlər yiyə. Hər halda bu yoldan çıxmaq üçün Allah'a şükür olsun mən bu Türkçe kitaplarla tanış oldum. Allah dostumuz Azərbaycan cənabların saxlasın, uzun ömür versin, dünya və axirət xeyir cəza versin kendisine. En azından 550 dənə kitabı mərifə eləmişəm burada. 500'ün oxumuşam. Yəni ya en azından 500'ün. Yəni bu 300 bir cələsə ki keçibdi bunlarda. Geçen cələsə 2 kitaba baxdıq. Düzdür bunlar geçen 2 cələsədə oxuduğumuz kitablar bəzən səhifələri azdı, amma bir düşüncə də gətirir. Birini oxuduq, adı Cəvahiri İslam idi. 1162'də ehtimalən bir nəfər bu kitabı alıbdı. Kitab biraz indi qabaq sonra ki olmaz, hətmən çox öncəlikdə yazılmışdı. İslamı çox xülasə deyibdi. O cür ki, məsələn 12-13 səhifədə Quranı deyibdi. Hər səhifədə 7 sətir var, hər sətirdə də 4-5 kəlmə var. Yəni çox az. Quranda nə cürdür? O cürsə demək olar ki, bir-iki yerində fəqət yuyunmaq var. O yuyundun, niyyət edirsən ki, mən gedirəm məsələn yuyunam təmiz olanda, yəni bəllidir. Onu orada deyibdi. Çox yəni şeyə saxlayın. Ona görə adını da qoyub Cəvahir İslam, doğrudan da Cəvahir İslamdır. Yəni indi onu qoyun məsələn indiki risalələrin yanına görün ki, məsələn orada deyək ki 500 kəlmə var. Küllən İslamı yazmağa 500 kəlmə işlədibdi.
Gedin indi bir dənə Risaliyə ya bir nəfərə baxın görün ki, neçə milyon kəlmə yazırlar, istəyirlər ki, istəyirlər Quranı bizə, İslamı bizə deyirlər. Əslində onlar İslamı demirlər. Onlar öz düşüncələrin, anlayışların, mənafiələrin, görüşlərin bizə deyirlər. İkinci kitabın adı Risalət-i Tənbihül Qeybi fi Rü'yət Peyğəmbəri görürlər. Ya bəzən doğurluqda, yəni yatmayıbdı, yuxu da görmür, amma bir halət ona üz verir ki, orada Həzrəti Rəsulullahı görür. Onun haqqında bir kitab yazıbdı. Bunu yazarın adı Yusuf ibn Yaqubi Əl-Xəlvətidir, Xəlvəti və Sultan Muradxan, 3-cü Sultan Muradxana bu kitab təqdim eləyibdi. Yəni kitab 450 hududən 450 indi ola bilər 5 il az, 5 il çox bu zamanda bu kitab yazılıbdı. İndi gedək görək bu günləri 302-ci cələsəmizdə bizim şansımıza hangi kitablar çıxır. 2-3 gün bundan öncə mən Tazaşdan kitabları download elədim və o downloadda buradan fikirəm ki 200-ə yaxın kitabdır ki indirmişik. Bunları oxuyacağıq, görək ki nədir, bu nədir? Ha, bu da olardı, tamam. Bu əvvəl bu Molla Səid dediyimizin adını düzəldək. Bu çünki Molla Səid deyil. Molla Səiddir. Molla Səid Risaləsi 48 səhifə, bunu götürək, elə beləsi qalsın. Cəvahiri İslam, bu oxumuşduq. Tənbih-i Risale-i Tənbih-i Qeybi ki dedik, Ət-Tənbih filan, bunu da oxuduq. Burada 1017 yazıblar, bu doğru deyil bu tarix. Çünki kitabın alınma tarixi alınma yox deməyək, alınma deməyək. Bir nəfər ki almışmış bu kitabı, üstündə bir yazı yazıbdı. Onun yazdığı tarix 1011 olduğu üçün kitab ondan çox qabaq olmalıdır. Tərkibi Bəndi Hənif. Bir bunu açaq görək ki nədir və bir də bundan sonra Eşq-i Rəsulullah deyə bir kitab vardı. Bunları açaq görək ki bunlardan bizə nə çıxır. Bu nə mənədir? Risale-i Qeybi, Cəvahirül İslam. Bu Nəhəcil Muluki, Nəhəcil Məsluki fi Siyasətil Muluk. Bu kitab çox önəmli kitabdır. Siyasət haqqında məncə bunu mən bunu gedim oradan götürüm. Bunu qoymuşam o birisi kitabların içində. Görün burada olsa elə bunu buradan götürüm. Yoxdur. İstəyirəm bunu buradan götürəm, aparam qoyam desktopda qalsın. Çünki o kitab çox önəmli kitabdır. İnsanın vaxtı olanda bu siyasət haqqında müsəlmanlar nə düşünürmüş, o da yazısı, əsli yazı Səlahiddin Əyyubi zamanında yazılıbdır. Bu kitab və sonralar türkcəyə tərcümə olubdur. Osmanlı bunu üstündə bəzən deyə bildik, idarə olubdur. Amma biz bu kitabı oxurkən çox da o bölümə yetişmədik. Gedək bugünkü kitablarımıza. Adım burada yazılıb Tərkibi Bəndi Hənif. Nə deməkdir bilmirəm. Əvvəl kitabın həmişəkinə bir qiyafəsinə baxaq görək ki, bu kitabxanada olan kitabın əksi, kağızı nə cür görsənir? Kağızının əksi nə cür görsənir? Kitabı görürük ki, açıblar, açığının əksini salıblar, yəni cildindən əksini salmayıblar. Cildinə də türkcə qabıq deyirlər, əgər səhv eləmirsəm, qabıq deyirlər. Kitabı görürük birinci səhifədə. Əvvələn qıraqlarına baxanda görürük ki, təqribən çürüyüb qıraqları. Yəni kitab çox işlənibdir, onu göstərir ki, qədimidir. Ortaya da baxanda kitabın ortasına, şirazəsində görürük ki, orası da biraz köhnəlibdir. Kitabxana Türkiyədə kitabları bəzən əl yazı, ki yazı olur. Birinci adam ki yazır. O birinci adam yazandan sonra bu kitablar normalda onların şeirin, məsələn mənim savadım var, biraz da əl yazım yaxşıdır. Ya da özümə iş eləmişəm, məsələn o zaman iş imiş, yəni bu
Gedirdim o kitabı xahiş edirdim, əmanət alırdım, ya pul verirdim, əmanət alırdım, gətirirdim, onun üzündən yazırdım, onu satırdım. Bunu yazanda bu şeiri, bu kitabı əlan ki burada göstərirəm, ona görə bunu deyirəm ki, bunu zahirən burada görünür ki, bu şeir yazıbdır. Şeirlərin başlığı yoxdur. Başlığı olmadığı üçün o nüsxəçi bunlara başlıq yazır ayrı rənglə, qırmızı ilə. Normalda da bəzi başlıq yazanlar bunu farsça yazırlar. Ki həm mətnidən fərq olsun, həm dili fərq olsun ki, yəni ağa bunu mən yazmışam, həm də izharı fəzl edir ki, yəni mənim bu ayrı bir dildə də gücüm var. Burada Hənif deyə bir adam ehtimalən şeiri onunkudur, tərkibbənd ehtimalən bir növ şeirin adıdır. Hənif də yazanın adıdır, belə görsənir. Mən beləsi görürəm. Bu kitabı oxumaq çox da çətin olmaz, əl yazıdır, amma biraz münhəsir befərdir. Yəni şeydə Osmanlı dövründə rəsmi idarədə yazılan əlifba deyil. Bu qələm xətti deyil. Burada rəsmən hər kəsin öz barmağı necə fərqlidir, gözünün rəngi fərqlidir. Bu kitab əl yazısı da fərqli olduğu üçün bu kitab da fərqlidir. Burada yazıblar ki, bu kitab 43 səhifədir, PDF göstərir, amma əslində 86 səhifə olacaq. Niyə ki, hər PDF-in bir səhifəsində kitabın 2 səhifəsinin əksini qoyublar. Bu o şeylərdir ki, biz görürük. Şeir edib başdan ayağa buracan görsənən mətni yoxdur. Tamam, qutardı. Sonu da burada qutarır. Amma bu kitab ha zaman yazılıbdır, kim yazıbdır? Bunları axtarıb baxmalıyıq, görək ki, nə var, nə yox. Qeydirəm kitabın əvvəlinə. Kitabın əvvəlində bir Süleymaniyyə möhrünün yanında bir yazı var. O yazıya bir baxaq, görək ki, bu nədir? Göz ağrısına əlacı mücərrəbdir. Burada bir dava yazıbdır, kitabı alan, kitabın əlində olan göz ağrısına bir əlac yazıbdır. Qayət nafi'də axiri cümləsində də belə bir şey yazıbdır. Hərrəri-i inkitab, fəqihi bihicab. Hər kəsdir bunu yazıb ki, bu kitabı yazan fəqihi bihicabdır. Əlbəttə zahirən burada ehtimalən burada o bi kəlməsi silinib tıçışdan yazılıbdır. Amma ola da bilər ki, olmasın, mənə belə gəlir əlbəttə. Bilmədən getdi vəli qədrimi, əmma görən olur. Bilmədən getdi vəli qədrimi, amma gün olur. Çox ararismə bəni cana buna aləm derlər. Çox ya da çün də ola bilər. Arası. Digər oxuya bilmədim. Yəni əl xətti, bu əl yazıdır. Beləsi başlayıbdır. Sən sağ ol dünyada da ey mənbəi vəfa. Bən atəşi fəraq ilə ölsəm də qəmdə gül. Fikirlən beləsi oxunacaqdır. Sufufi tərbiyyət. İndiz kökü, bu da bir şeydir. Bir davadır. İndiz kökü 24 dirəm məsələn, darçin. Bir belə Hindistan cəvizi, bir belə bu miqdarı növbəti şəkər ilə, şəkəri hər halda belə bir şeydir. Tərkibbənd hənif. Kitabın adı zahirən ilə tərkibbənd hənifdir. Ad tərkib bəndi hənif. Görək ki, bunu oxuya biləcəyik, bu xətti yox. Qamətüm hicrinlə oldu kəman sultanım. Aşıqi xəstə dilün hali yaman sultanım. Bu yaman və kəman eyni məsələn kəmandur da deyə bilirik məsələn, beləsi yazılıb.
Qamətim hicrinlə oldu kəman sultanım. Kəmandır olmuş, tamam. Elə kəmandır. Nunu beləsi yazıb. Yəni bu tür şey. Sultanım. Aşıqı xəstə dilün halı yaman sultanım. Gəl əlac eylə bu bimara əman sultanım. Bir rəmək qaldı, həman cıqməğə can sultanım. Bir rəmək qaldı, həman cıqməğə can sultanım. Ehtimalən mən gərək indi bunu inləm oxuyam, amma o məna vermir. İlalım çəkdiyimi şərhi bəyan sultanım. İnləm çəkdiyimi barı fürqətlə dota oldu miyan sultanım. Eyliyalım ehtimalən o da deyil. Edəlüm çəkdiyimi şərhi bəyan sultanım. Edəlüm çəkdiyimi şərhi bəyan sultanım. Bar fürqətlə dota oldu miyan sultanım. Şayət də yar fürqətlə dota oldu miyan sultanım. Səni sevərəm suli uğradı başım dərdə. Səni sevdim sevəli uğradı başım dərdə. Çox gözəl. Səni sevdim sevəli uğradı başım dərdə. Dərdili aşıqın qoydular namimi də hər yerdə. Qoydular namimi də hər yerdə. Yetər etdin bana cori amma aman yetər. Yetər et. O qutuldu, yəni o tərkibbənd beləsi olurdu. Ehtimalən bu hər 3 misrədən sonra, hər 3 beytidən sonra bir beyt ehtimalən ya fərqli olacaq, yəni görək nə cür olacaqdı. Burada o cür görünür ki, hər 3 beytidən sonra 4-cü beyt bir şey olacaq. Görək ki, nə cürdür? 3 danası 1-dir. Aha, 3 danası 1-dir, tərcibbənd beləsi olacaq. 3 beyt 1-dir, 4-cü beyti də dəyişir. Yenə 3 beyt ayrı cür gəlir, 4-cü beyti də dəyişir. Yəni bir beyt vəsətdə qırır, üstdəki ilə aşağıdakının ahəngini dəyişdirir. Ehtimalən buna tərcibən belə bir şey deyəcəklər. Məsələn, üstdəkin oxuduq gəldi, səni sevərəm, sevdim, səni sevdim, sevəli uğradı başım dərdə, dərdli aşıqı qoydular namimi də hər yerdə. Burada nə üstdəki iləndir, nə altdakı iləndir. Bu bənd, görək ki, bəndir. Yetər etdin bana cor, aman yetər, imdadi qəmzəyi, amandır, aman ey qəmzəsi, cəllad istəmcar, yetər. Əl yazıda oxuması çox zordur, yəni bu cür deyil ki, yetər etdin bana cori ey, aman yetər, aman ey qəmzəsi, cəllad istəmkar, yetər. Bari al canimi qəmdən bəni qurtar, yetər. Yetər ilahi sürsə də bana hər bar, yetər. Yetər ilahi sürsə də bana hər bar, yetər. Etmə qurban olma dərdi qəmimi bar, yetər. Etmə qurbanla oləm dərdi qəmi bar, yetər. Qalmadı, yar yetər ehtimalən, bu ba haləti var. Etmə qurban
qurbanın olum. Ehtimalən qurbanın olacaqdı. Etmə qurbanın olum, dərdi qəmi yar yetər. Qalmadı çəkməcə taqət, bəhey zülmü kar yetər. Məsələn, bu bəheyi birinci dəfə gördüm. Çünki o filmlərdə görmüşdüm, bəhey deyirlər. Orada bildim ki, bunu gərək bəhey oxuyaq, amma ola bilər ki, bəhiydəki məni verməz ona görə. İndi 3 dənə beyti qurtardıq, 4-cü beyt. Bu cəfalərdən aman gəlmədimi sana məlal. Afərin qüvvət bazunə əyamahi cəmal. O birisi 3 beyt başlanır, görək nə deyir. Bana ol nə idi ərz-u vəfa-vu şəfəqət. Bana ol nə idi ərz-i vəfa-vu şəfəqət. Nə idi bir iki gün şoq ilə cana ülfət. Nə idi ol əmridə bana ol gərmiyyət. Nə idi ol əmridə bana ol gərmiyyət. Bu برودت نه امان şimdi aman ayame tal'at. Bu برودت نه aman şimdi ayyame tal'at. Akıbet ettün padişahim esiru mihnet. Zülfüne bend olali görmedim asla rahat. Beni soralara uğrattı efendim zülfün. Beni sevdalara uğrattı efendim zülfün. Kendün bend eylelim oldu bendim zülfün. Kendün ben ilalim oldu benden zülfün. Bunu baş tapmadım, oxuya da bilmədim doğrusu, düzünü axtarsaz. Beni suralara uğrattı efendim zülfün. Kendün bend ilalim inlalim oldu bendin zülfün. Bəkindən zülfün bənin. Oxuya bilmədim. Yəni əslən şeir tanış gəlmir nəzərimə, düşüncə. Kəndün bənd ilalım oldu bəkindən zülfün. Hər halda geçək o birisi səhifəyə. Bu dediyim kimi əlyazma kitablar ki, bu cüsü aydın yazılmır, huruflar bir-birinə qatışanda, bir-birinə bağlananda huruflar çox fərqli əlyazma çıxır ortada. Bunları oxumaq biraz zor olur, amma bir 10-15-20-30 səhifə ən çoxundan oxusan, göz və ağıl bu əlyazmanın hərflər necə bir-birinə dolaşıblar, onu təşxis verər. O təşxis verəndən sonra qeyd edib bir də oxuyanda anlaşması daha rahat olar. Ey ila göklüm. Ehtimalən bu ila ki yazıb burada. Bu neçə yerdə təkrar olubdu. İla olmayacaqdı. Ey ila göklüm olub karimi əfqan etdün. Rüx alünlə bəni bülbülü nalan etdün. Rüx alünlə al qırmızı. Alünlə yəni qırmızı üzünlə bəni bülbülü nalan etdün. Nar-ı fürqətlə yaqıb cismimi biryan etdün. Nar-ı fürqətlə yaqıb cismimi biryan etdin. Şərbət-i lə'li ləbin qeyriyə ihsan etdin.
şərbəti la'li ləbün qeyriyə ihsan etdin. Bəni alcaq ələmi eşq ilə ciryan etdin. Məni ancaq ələmi eşq ilə ciryan etdin. Ey cəfacu varub əğyarı xəndan etdin. Yetər insafa gəley keşvəri hüsnü mahi, bu qədər cövrə təhəmmül edəməm vallahi. Dil verib gül ruxuna bülbülü nalan oldum. Dil verib gül ruxuna bülbülü nalan oldum. Bağı hüsnündə sənin sahib əfğan oldum. Rəh eşqində sənin bi sər saman oldum. Mərhəmət qıl bana gayətdə pərişan oldum. Ruy zibایی görüb can ilə heyran oldum. Can ilə xeyran olur elə bir. Can ilə heyran oldum. Sana göklüm verəli aləmə dəstan oldum. Görmədim lütfü kərəm mehr vəfa heç səndən. Nə üçün ərz futur eylədin aya bəndən. O birisi səhifəyə gedək, şuraq ki, bu birisi səhifədən də biraz oxuya bilirik ya yox. Bir zaman bəndən səndə aşıqi nakamin idim. Bir zaman ben de senin olacaq ehtimalən. Bir zaman ben de senin aşıqi nakamin idim. Dərdi ruxsarınə dilbəstə və heyranın idim. Vəsf-i hüsnün zəbanından vəsf-i hüsnün zəbandan غزلخوان دم وصل hüsnünden زباندان و غزلخوانده idim. Daxili silsili zülf pərişanide idim. Küncül əmni məcnun gibi cəriyan idim. Cəncül əmn ehtimalən Cəncül əmn məcnun gibi ciryan idim. Can fəda etmiş idim. Yüz qurban edəm. Burası düz gəlmədi. Cəncül əməndə Cəncül əmən məcnun kimi ciryanda idim. Ciryan idim. Cəncül əmni məcnun kimi ciryan idim. Gəncliğimdə olacaq gəncilim. Bu bir ayrı məna olacaq. Gəncilimdə. Əl-əmni kimi əl-əmnidə. Amma bu türkçədə məni vermir. Yəni gəncül ömrü olacaqdı, ömrü kimi. Amma burada niyə beləsi olubdur? Bəlkə də ömrüdür. Gəncül ömrü məcnun kimi ciryan idim. Can fəda etməsəydim yüzü qurban idim. Bu yolun ehtimalən olsun. Albəttə o da deyil. Yoluz da ola bilər. Yoluz qurban idim. Lütfün azisə dəxi cori füzun etməz idin. Lütfün əzisə dəxi cori füzun etməz idin. Əzəli ta bu qədər bəğrimi xun etməz idin. Gəni ey mahi ləqa mehr vəfa noldu sana? Gəni ey
Mahi ləqa mehru vəfa n'oldu sana? Eyləməzdin bu qədər cor cəfa n'oldu sana? Bilməm ey eşq və pərəstəm əcəba n'oldu sana? Bilməm ey eşq və pərəstim əcəba n'oldu sana? Söylə Allah'ı seversən sənəma n'oldu sana? Neylədim ey gülü nurəstə sana n'oldu sana? Neylədim ey gülü nurəstə sana n'oldu sana? Verməz oldun yenə vəslə riza n'oldu sana? Verməz oldun yenə sən vəslə riza n'oldu sana? Səni başdan çıqaran kim isə bərbad olsun. Səni başdan çıqaran kim isə bərbad olsun. Dilərəm ol dəxi göklüm kimi naşad olsun. Ey gülü bağı səbahət bana şəfəqət səndən. Ey gülü bağı səbahət bana şəfəqət səndən. Eləməz bülbülü dil ərsi şikayət səndən. Eləməz bülbülü dil ərz şikayət səndən. Aşıqi dilzədəyə rəhm-i mürüvvət səndən. Aşıqi dilzədəyə rəhm-i mürüvvət səndən. Bən günah etdim isə əfv inayət səndən. Gördüküm sübh-i məsa coru məşəqqət səndən. Etməm bən yenə ballahi şikayət səndən. Çünki yar olmaya çıxsam neçün əldən göklüm. Çünki yar olmaya çıxsam burada bir çıxsın. Çünki yar olmaya çıxsın nə üçün əldən göklüm. Xab-ı xərquş ilə soralar saldan göklüm. Xab-ı xərquş ilə solaran saldan göklüm. Əlyazıdır, çox çətindir bunun təşxis verməkləri. Hələ feylən bu ikinci səfədir ki oxuyuram. Ona görə gözüm və ağlım hələ bunun əl yazısında harfləri necə bir-birinə vurub yapışdırıbdır. Ona hələ adət eləməyib. Onun üçün biraz oxumağı çox zordur. Əlbəttə ki bu kitabları zor oxumaq da hər halda neçə yüz il bundan öncə yazılmış bir kitabı həm də əl yazılmış kitabı oxuruq. Həm də bu şərtdə oxuruq ki Türkçə oxumamışam ömrümdə və həm də əl yazı Türkçə. Onun üçün biraz çətindir. Amma dediyim kimi, əgər əcələ eləməsək belə çətin kitabları bir 10-15 səfə, ya çox 30 səfə oxusaq, bu kitabın necə yazıldığından gözümüz və beynimiz bir şey saxlar. Əlbəttə, bəzi kəlmələr də var ki, ömrümdə birinci dəfə eşidirəm. Onun oxumağından xəbərim yoxdur, nə cür oxunacaq, nə cür deyiləcək, nə cür yazılacaq. Ona görə orada da qalıram. Niyə? Çünki təxəssüsü bir qonu olur. Məsələn, bu təxəssüsü bir qonu deyil. Çünki fəqət irfan o, eşq o, bunlardan danışır. Amma ey qaş qovs qəza qəmzəsi cəllad cahan. Eydi vəslət əfəndim, eydi vəslət bayram. Eydi vəslət əfəndim, bəni eylə qurban. Bəni tərk eyləmə qoc başın üçün qıl ehsan. Bəni tərk eyləmə qoc başın üçün qıl ehsan. Xeyli demədir çəkərəm qəhrini ey muy miyan. Xeyli dəmir çəkərəm. Xeyli dəmir çəkərəm qəhrini ey muy miyan. Nəmi gördün bənim ey şuxi cəfa pişə əman.
Ne mi gördün, neyi gördün? Ne mi gördün benim ey şuxi cefa pişe aman, bir nicah et dil canım ola şad u xendan. Bir nicah et dil canım ola şad u xendan. Bəni əğyar ilə bir görmə inayətkarım. Məni əğyar ilə bir görmə inayətkarım, ta ki məlum ola nəzdündə benim miqdarım. Ta ki məlum ola nəzdündə benim miqdarım. Dilbəra yarinə əğyarinə qurban olalım. Dilbəra yarinə əğyarinə qurban olalım. Lütfüne, qəhrine, azarine qurban olalım. Ləb-i şirinə, guftarine qurban olalım. Kakül-i zülf-i siyah sarine qurban olalım. Kakül-i zülf-i siyah tarine qurban olarım. Məsələn, bu siyah tar bir-birinə yapışdırıbdır. Nicehi çeşmi füsünkarine kurban olarım. Dane-i haline ruhsarine kurban olalım. Etme əğyare vefa ey şeh-i âli miqdar. Quline curu vefa görme efendim zinhar. Quline quluna quline curu cefa görme efendim zinhar. Devam edir eyni bu vəziyyətdə. İndi bu 3-cü səhifədir ki, bir dana şeiri oxuruq. Dedi ki, tərkibbəndi nəhif, hənif, üzr istəyirəm. İndi axırda imzası var, yetişəcək o imzaya. Görmədim səncilən zülm-i cəfaya mail. Burada bir şey yazıb oxuya bilmirəm. Görmədim sincilimin, bu nə mən oxuyaq buna? Səncilimin, səxcilimin. Görmədim səncilimin zülm-i cəfaya mail. Oxuya bilmirəm bu nə mən səncəlimin. Belə bir şeydir, yəni sin o nun o cim, lam o yev o mim o ehtimalən he nun ya da keli nun. Görmədim səncəlim zülm-i cəfaya mail. Olmadım dil verəli vəslünə əsla nail. Necə müddətdir lütfündən bi oldum sail. Necə müddətdir lütfündə ben oldum sail. Bəni heç eyləmədin lütf-i ətaya vasil. Bu necə dəm olmadı, bunca dəm olmadı mətlub muradım hasil. Bunca dəm olmadı mətlub muradım hasil. Bir murad oldu visalünlə əduyi cahil. Hüsnünə ben gibi uftade kamil var iken hüsnüne ben gibi uftade kamil var iken eylədim bana cəfasında təkasül var iken. Sincilim nə mənə olar? Bunu yazaq görək, burada bir şey gəlir. Bunu bəlkə bizə bu şey köməklik elədi, baş tapdıq ki, nə deməkdir? Səncəlimin nə deməkdir? Bunu şey elədik, qələt yazmışıq, bunu düzəldək. Sən bəhilim söz günümüz türkçəsində səncəlmək feilindən gəlir. Səncəlmək, sancılmaq. Səncəlmək, bir şeyi çəkinmək, tərəfdə etmək, gönlü istəməmək,
uzaq durmaq mənasında işlənir. Buna görə səncilimin səndən çəkiniyorum, səndən tərəddüd edərəm, səndən gönlümdə bir uzaqlıq var. Ümumən birinə qarşı tamam. Pəs burada bu anlamdadır. Görmədim səncilimin zülmü cəfaya mail. Olmadım dil verəli vəslünə əsla nail. Necə müddətdir lütfündən bən oldum sail. Bəni heç əlbəttə fars ərəbcədə bilirik ki, nə deməkdir, amma çoxalmaq deməkdir, artırmaq deyil, nəsli yaratmaq deməkdir, amma bu burada o mənaya gəlmir. Bunca dəm olmadı mətlub, məradım hasıl, bərmurad oldu visalünlə əduyi cahil, hüsnə bən gibi oftadi kamil var ikən, eylədün bana cəfa səndən təkasül var ikən. Təkasül çoxalmaq, tamam. Tənasül var ikən, təkasül genə oxudum. Eyləmə bəndi dirinə ki pamal cəfa. Eyləmə bəndi dirinəni. Eyləmə bəndi dirinəni pamal cəfa. Yoxsa növ aşiqə mi çatdın əfəndim aya. Yoxsa növ aşiqə mi çatdın əfəndim aya. Çox gözəl deyibdir. Həm unuttun mi geçən dəmləri ey mahi ləqa. Həb unuttun mu geçən dəmləri ey mahi ləqa. Bir gün ah etdim isə ruyinə qarşı fərza. Əfv qıl bəndədən əski kimi olur səhv xəta. Əfv qıl bəndədən əski kimi olur səhv xəta. Cور cəfa qılmağa məcbur ölmə. Bənə zin cور cəfa qılmağa məcbur ölmə. Dəhr fanidə saqın hüsnə məğrur olma. Burada şeir yazıb təmmət qutardı və adda yenə də hənif sözün yazıbdır. Yəni ki, bu şeirin həm içində işlədibdir, həm də imza vurub sonra eşikdə. Sonra bir ayrısı başlanır da bu tərkib deyil, o üstəki tərkib idi bu. Tərkib bənd yazmışdı adın. 2 səhifə yarım təqribən oldu. Çox uzun bir tərkib bənd idi. İndi gəldi. Buradan bu üzə görək nə yazır. Gönül mülkümü xarab etmiş məlalət qürbət ellərdə. Ya da əllərdə. Ellər olar. Gönül mülkümü xarab etmiş məlalət qürbət ellərdə. Alıb ətrafımı cisi fəlakət ceyni fəlakət qürbət ellərdə. Ənis-ü həmdəmim yoxdur, yox mehnət-ü qürbət qeyri, qəmdən qeyri. Ənis-ü həmdəmim yoxdur, mehnət-ü qəmdən qeyri. Qərib etdi bəni hicran, fürqət qürbət ellərdə. Nə bir yar vəfadarım, nə xud bir qəmgüsarım var. Nə bir yar vəfadarım, nə xud bir qəmgüsarım var. Nə bir hali pərişanım bilir. Dərdimdə ahuzarım və qürbət ellərdə. Edər yox halimə heç rəhm-ü şəfəqət qürbət ellərdə. Burada rəhm-ü şəfəqət o feilidir, edər gedib qabağa. Yəni rəhm-ü şəfəqət edən, rəhim və şəfəqət edən, halimə rəhim və şəfəqət edən qürbət ellərdə yoxdur. Onu edər yox halimə heç rəhm-ü şəfəqət qürbət ellərdə.
Gözüm yollarda ol şuxi dilaradır, dilaladan xəbər yoxdur. Gözüm yollarda ol şuxi dilaradan xəbər yoxdur. Salam irsal edərdim, səmt cananə gedər yoxdur. Gedər yoxdur, yəni gedən yoxdur. Ya da ki, salam irsal edərdim səmt cananə. Gedər yoxdur, yəni salamın getməyə imkanı yoxdur. O mənində verir. Bu ahu nalən cankahi, bu ahu nalən cana həmə bər bir rəhm edər yoxdur. Bu ahu nalənə bu ahu naləyi cankahimə bir rəhm edər yoxdur. Dəriqa qalmasan əsla mürüvvət xurbət ellərdə. Dəriqa qalmısan əsla mürüvvət xurbət ellərdə. Cöcül zoraq cəsi şimdi qəriqi bəhr hicrandır. Vafık ruzigar esmez perişandır görünmez sahili semti selamet gurbet ellerde. Görünmez sahili semti selamet gurbet ellerde. Çox gözəl şeirlərdir. Adam bunları oxuduqca ciddən ləzzətin o deyərlər için çıxadır. Çox məhşər şeirlərdir. Bundan belə ki, bəzi kəlmələri oxumaqda çox zorluq çəkirəm, ya da oxuya bilmirəm, amma İstanbuldan İstanbul. İstanbuldan səfa və zogi gərçi xub əladır. İstanbuldan səfa və zogi gərçi xub əladır. Gözəl çox eyşu işrət bi nəhayət həm fərəhzadır. Dili şeyda vətən arzu eder özge temaşadır. Dili şeyda vətən arzu eder arzu. Vətən arzu eder özge temaşadır. Bana zevq etmemdir iqamət xurbeti ellerde. Bana zevq etmemdir der iqamət qurbət ellərdə. Çox gözəl. Burada düz İstanbulu siz yerinə Təbrizi qoyun məsələn, ya Kəlan qoyun. Cüda düşdüm dəriqa bi səbəb can içrə canimdən. Cüda düşdüm alçaqmıyor əsla həyatımdan. Fəraq və həsrət açıqmıyor ya illa çıxmıyor. Fəraq və həsrət illa dəriqa bi səbəb can içrə canımdan. Fəraq və həsrət illa çıxmıyor əsla xəyalımdan. İlahi intiqamım al bənim ədai zalimdən. İlahi intiqamım al bənim ədai zalimdən. Zəbun et bəni qəhr و qəsavət xurbət ellərdə. Zəbun etdi bəni qəhr و qəsavət xurbət ellərdə. فراموش etdimi əya bəni əhbab yaranım. فراموش etdimi əya bəni əhbab yaranım. Eşitməzlərmi yoxsa ruz و şəb fəryad əfqanım. Nə aləmdə əcəb ol nونهال روخندانım. Nə aləmin əcəb ol, nöh aləmin ola bilər. Nöh aləmin əcəb ol nونهالی dərd xəndanım. Yenə dil eyləməz
yenə dil eyləməz ondan fərağət qürbət illərdə. Açılmaz verdi məqsudum bu xaristan aləmdə. Açılmaz verdi verd gül. Açılmaz verdi məqsudum bu xaristan aləmdə. Həman ol bülbüli bihudə hərdəm ahu əfqanda. Ümidi vəsl ilə, ümidi vəsl ilə fərza zəruri xəndə etməzsən. Ümidi vəsl ilə fərza zəruri xəndə etsəm mən etsəm də. Ümidi vəsl ilə fərza zəruri xəndə etsəm də yenə giryan olur çeşm o saat qürbət illərdə. Benim kimi cefa keş var mı aya dar dünyada? Benim gibi cefa keş var mı aya dar dünyada? Məsərrət görməyib heç olmadım mehnətdən azadə. Ayət qürbət illərdə. Hənif halinə yön gözlərində yox gözlərində qeyri bıraqlar. Hənifin halinə yox gözlərindən qeyri bıraqlar. Sırışki dideyi qəmdən qəmində si ceyhunu ben çağlar. Burada bir şey yazıbdır, oxuya bilmirəm ki, səndir, sən çağlar ehtimalən. Hənifin halinə yox gözlərindən qeyri bıraqlar, bir ağlar. Hənifin halinə yox gözlərindən qeyri bir ağlar. Bir ağlar öz gözlərindən qeyrisə Hənifin halinə ağlamaz. Hənifin halinə yox gözlərindən qeyri bir ağlar. Sırışki dideyi qəmdidəsi ceyhunu sən çağlar. Ürüb hər ruzu şəb mehnət ilə dağ üstünə dağlar. Ürüb hər ruzu şəb mehnət ilə dağ üstünə dağlar. Vücudum rizə etmişdir cərahət qürbət illərdə. Burada da qurtardı şeir, öz adında dedi. Çox əla şeirlər deyir, çox əla. Bir beyti deyib burada, sonra qəzələ keçibdir. Qəzəlincə də oxuyaq, görək ki, hər səfədə 2 dənə qəzəl yazıb buradan bu üzə. Heyli dəmdür bəzm pakindən səndən dəva olmuşam, dur olmuşam. Xeyli dəmdür bəzmi pakindən sənin dur olmuşam. Badi la'li ləbindən ah məhcur olmuşam. Ben necə sitreyləyim dərdünlə fərhad olduğum. Ben necə sitreyləyim, sitr eləmək yəni üstünü örtmək. Ben necə sitr eyləyim dərdünlə fərhad olduğum. Qəhr əşirin, qəhr qıssə-i əşirin gibi, qıssə-i şirin gibi eşqinlə məşhur olmuşam. Qıssə-i şirin gibi eşqinlə məşhur olmuşam. Ol şəhi durandan davayı eşqə etmən üçün. Ol şəhi durandan davayı eşq etmək üçün. K belə yazır, tamam. Bunu indi məsələn bu 5-ci səhifədə oxuyuram. K hələ indi öyrəşdim ki, belə yazır. Belə yazılanda
kəlmənin axirində belə yazılsa, bu Ç deyəcəkdir. Ol şəhi dövranıdən dəvayı eşq etmək üçün mən geda meydan eşqitrə məmur olmuşam. Ben geda meydan eşqitrə məmur olmuşam. Ey pəri ruxsarınə güftarınə dil vermişəm. Ey pəri ruxsarınə güftarınə dil vermişəm. Çeşmi məstün görmüşəm. Ben sana məcbur olmuşam. Saqiba. Burada şairin adı Saqib oldu. Acaba bu kitap sahibdə Saqib kimdir burada? Aldun da ola bilər. Saqibə aldun pəyami yaridən məktub ilə. Saqibə oldun pəyami yaridən məktub ilə. Bəndəsin almış lisanə diyu məsrur olmuşam. Bəndəsin almış lisani diyu məsrur olmuşam. Burada Saqib adında bir şairdən söz gətirdi. Calibdir. Yəni o kitabda demişdi Hənif. Hənifin bir şeiri var, amma burada Saqibdən dedi. Saqib kimdir? Hənif kimdir? Bu Hənifi də əlbəttə axtarıb tapmaq bir məsələdir. Qəzəl, bir ayrı qəzəldə də bir ayrı adamın adı gəlibdir. Qalibdir. Bu kitab bizə çoxlu şairlərin hərəsindən bir dönə. Qəzəl. Eləyüb bəstə səri zülfi siyahkarə bəni. Eləyüb bəstə səri zülfi siyahkarə bəni. Nə rəva bəndə idən sinə riştəyi zünnarə bəni. Nə rəva bənd edən simin riştəyi zünnarə bəni. Nə rəva bənd eylən simin riştəyi zünnarə bəni. Tamam, beləsi olacaqdır. Eləyüb bəstə səri zülfü siyahkarə bəni. Nə rəva bənd edən simin riştəyi zünnarə bəni. Çuy dilbar vəriçən əzm gülüstan etməm. Çuy dilbər varikən əzm gülüstan etməm. Bağıban eyləmə dəvət gülü gülzarə bəni. Xof edər kəndi anın mübtəla etdi fələk. Bir but xunxarə bəni. Mübtəla etdi fələk bir büt də yazılır, but da. Bir büti xunxarə bəni. Dil şux cəhan eyləmə avarə bəni. Deyəsin rüşdi məhcuri fəramuş etmə. Deyəsin rüşdini. Deyəsin rüşdiyi məhcuri fəramuş etmə. Ərzə edərsən əgər ey peyki səba parə bəni. Ərzə edərsən əgər ey peyki səba parə bəni. Bu da ərzə olacaq. Qəti Kəmal Paşazadə. Rüşdinin adıdır. Ehtimalən bu Kəmal Paşazadənin adı Rüşdü gəlib. Burada bundan gəlibdir. Bəlkə də o deyil, bu ayrısıdır. O elə Rüşdüdür. Bu Kəmalzadə ayrısı. Bəlkə bu sonuncudur. Cəhlə bənzər cəhanda fəqr olmaz
olamaz. Cəhlə bənzər cəhanda fəqr olamaz. Qəti yoxsul cəhanda cahildir. Mal ilə naçəsi غنی sanma. Mal ilə naçəsi غنی sanma. غنی ol kişidir ki kamildir. Bu ehtimalən bu tikəni qət'ə deyə yazıbdı. Kəmal Paşazadə yazıbdı. Amma üstəki o Rüşdi yazıbdı. Bu Rüşdi hangi Rüşdüdür? O da axtarıb tapmaq lazımdır. Düşdüm dili. Ha, adı budur. Sail. Sail kimi. Bunu da adı yazarı Saildir. Bu məsələn burada Saildir. Bu birisincə Rasim deyə yazıbdı. Görürük bu Rasimin oxuya bilirik. Bunu bir adam götürübdür, dəftəri qoyub qabağına. Hər şairdən sevdiği şeiri götürüb burada yazıbdı. Yəni bu şeydir. Məcmu əş'ar-ı şüəradır məsələn. Məcmuə də deməyək, cünci əş'ar-ı şüəra. Özdə hamısı məsələn irfani ya aşıqanə. Ağladır افتاده جور cəfayı pərçəmün. Ağladır افتاده جور cəfayı pərçəmün. Kimsələr şəm iltimasın buyu vəfayı pərçəmün. Bu pərçəmin pür çəmin olacaq ehtimalən. O birisi şeyə baxaq, şuraq bunu kim yazıbdı? Bunu da Nədim yazıbdı. Nədimdən bir dənə də qabaqçın oxumuşduq. Nədim Zari bir kafirə əsir etmiş işləmişdim. Nədim Zari bir kafir əsir Bürna. Nədim Zari bir nafir əsir etmiş, işitmişdim. Səni ol cəllad-din düşmən, imanımı kafir. Belə bir şey deyibdi. Burada da hər halda Nədim deyibdi. Bu birisi şeirdə Nədimləndir. Nədima bən süfləhi bəzmə gəl bicanə yox dəvətlimiz incir. Nədima bəndəniz var, bir dəxi sultanımız vardır. Bu birisi şeiri şoqi yazıbdı. Bu birisini də kəsbi yazıbdı. Məsələn, bunlar hərəsi bir şeirdir. Bu kimdəndir? Nəcatidəndir. Bu birisi Şuxidəndir. Bu Rasixdəndir. Bu birisi Zəhina. Zəhniya ehtimalən belə bir adı olacaqdır. Qəzəl kimdəndir? Gönül adında bir şairdən də ehtimalən xanım olacaq bu. Murq dil seyd olə çox mərtəbəyi əhmün dinlə. Murq dil seyd olə çün mərtəbəyi əhməqi dinlə. Həlqi-i zülf-i siyahi o məhün fوق dinlə. Seyr edib rəqs-i xəramidə necə azməz sufi. Seyr edib rəqs-i xəramidə necə azməz sufi. Ya da necə.
Necə azməz sufi, görən ey məh səni, oynar belə azmə dinlə. Azmaq dinlə. Bu fəsli bu səidiş, ey sufi xəricesinə. Bu fəsli bu səidiş, bu fəsli buz ediş, bu fəsli buz ediş, ey sufiye xeyricəsinə. Öptü xunçə fəmün, öptü xunçəyi fəmün, gərdəni qəmək dinlə. Bunların altına da xət çəkibdir. Bəlli deyil ki, niyə beləsi olubdur. Hər halda bunda gönüldən yazıbdır. O birisi şey Süleymandandır, o birisi Asəfidəndir, o birisi şey yenə Rüşdidəndir. Bu da Rüşdidəndir, bu birisi də Rüşdidəndir, bu Baqidəndir, bu da Vəcdidəndir. Yəni bunlar şairlərin adlarıdır. Ehtimalən bunların bir çoxunun da şeiri yox olub, gedib məsələn. Tevfik ilahi denilir naminə eyni, eynidən. Bu da eynidəndir. Burada da vəcdidəndir. Üstünə xət çəkibdir ki, şairin adının. Bu da vəcdidəndir. Bu da Səbri adında bir şairdəndir. Murad, bunda ehtimalən sultanların biri olacaqdır. Saqiya zoğu səfa əyyamidir tənha dəul. Saqiya zoğu, illəti biraz da ki oxuya bilmirəm bunlar, biraz da yəni o türk bilməmağımın yanında, əl yazısı olmağının yanında, əski yazı olmağının yanında, hurufların bir-birinə qurşanıb əyri-bürüş yazıldığının yanında, bir də bunun əyri yazılması var. Yəni mən gərək belə əyləm oxuyam ki, ondan düz olam. Ona görə. Saqiya zoğu səfa əyyamidir tənha dəul. Əhl-i izzət cüstəcü istür səni ixfadə ol. Əhl-i işrət cüstəcü etsün. Əhl-i işrət cüstəcü etsin səni ixfadə ol. Coru naz istəndəgər aşiqləri vəllah sən. Coru naz istək digər aşiqləri vəllah sən. Şah-ı xubansın əfəndim daim istifnadə ol. Ya da istifna olacaq, istifnada ol. Sufiya tərk et riyavu təlisün xırqəyi. Sufiya tərk et riyavu təlisadən və xırqəyi. Bəzm-i işrətün bəzm ilə badə-i peymadə ol. Dam-ı zülfün oldu mürği dil divanəsi. Dam-ı zülfün oldu murği dil divanəsi. Tiğ-i müjganın ilə qətl etməyə amadə ol. Qil و qali suxtə və at ilə gönül bitməz işin. Qil و qali suxtə və at ilə gönül bitməz işin. Tərk edib zahir yüzün, şimdi fikr-u mə'nadə ol. Masəvallah əl çəkib qət'i əlaiq eyləsən.
دشت اقلیمی سفاده daima azade ol. Rəhm edir yarın əgər, rəhm edər yarın əgər, anlarsa alın ey murad. Rəhm edər yarın əgər anlarsa halın ey murad. Suzişi dərdi dərunun daima ənhadə ol. Bu birisi şeiri də can vermək isə qüsurun əgər eşq ilə fətnət. Bu da bir şairin adıdır. Fətnət ya fitnət. Xanidir dildardən ayrılma öncə. Bu birisi şeiri də yazan kimdir? Eyni. Əks edib nə fəlkiyi taliimi, əks edib nə fələkə taliimi qıldı siyah. Eyni ya şam əzəldən bəri büründə ahım. Bu birisi Zivər adında bir şair deyibdir, qəzəldir bu delə. Dil bu bürlənə nolə pişəyi qəmdə zivər. Şirlər üzərə eydər həmli pələng ahım. Belə bir şey, yəni mən bunların çoxunu oxuya bilmirəm. Saibdən bir şeir yazıb burada. Görək ki, bu farsdır ya türkcədir, cəlibdir. O lə'li nazun eylə cami səhba ülfət etmişlər. O lə'li nazun ilə cami səhba ülfət etmişlər. Vəfai bəzm-i üşşaqa mədari qüvvət etmişlər. O saxər çeşmaşub bu nigahi fitnə əngizün. O sahir həman sahir. O sahir çeşm aşub و نگاهی فتنه انگیزün yenə şəhri dili viranə cəmiyyət etmişlər. Düşüb çəngal zülfi pürçəmində cani zünxar zənəxdan. Düşüb çəngal zülfi pürçəmində cahi zənəxdan. Olub nəqdi dili xali ruxunlə hicrət etmişlər. Alıb nəqdi dili xali ruxunlə hicrət etmişlər. Xətərgahi tələbdə bu dili tam visalindən. Xətərgahi tələbdə bu dili namı visalindən. O təbərra bir valihi və qəmzələr ah həsrət etmişlər. O kamil baş tapmadım. O təbərra bərü mən indi bunu bir ayrı cürdə oxuram. O təbər əbruvan o qəmzələr ah həsrət etmişlər. Belə də oxuna bilər, amma o təbərra burvan o qəmzələr ah həsrət etmişlər. Hər halda burada bir kəlmə yazıb onun türkcəsini görmədiyim üçün bilmirəm ki, necə oxunacaqdır. Səvadi çeşmeyi rüşdün avar olduqca səmni sima səvadi çeşmünə rüşd rəşki səvadi çeşmünə rəşk avar olduqca səmən sima səri sodای zülfündə pərişaniyyət etmişlər. Yenə
Yenə aşıb səvari sahəyi irfaninə saib پرندی طبع çalaçi suxəndani rəğbət etmişlər. Burada da sahibdən idi. Oxudum bunu. Bir qəzəldir, türkcədir. Mən sahibdən bir kitab gördüm. Onda türkçə şeir tapmadım. Yazmışlar ki, türkçə şeirdə, amma mən tapmadım. Yəni burada sahibdən bir türkçə şeir tapdıq. Əcəba bu sahib həman sahibdir, həman sahib bu sahibdir. Onu bilmirəm ki, odur deyil. Amma bu şeiri oxudum ki, qələt də oxusam oxudum ki, qalsın sahibdən belə bir türkçə şeir var. Eynidən daha bir ayrısı, Vəczidən bir ayrısı, Rüşdidən bir ayrı qəzəl. Eynidən yenə 2 dana və burada Vəcdidən bir ayrısın və yenə də Vəcdidən bir ayrı qəzəl. Burada yenə Vəcdi, Ali adında bir şairdən, burada Eynidən daha bir şeir, bu calib şeirdir. Müstəzad deyə bunu ad qoyublar, yazıblar. Bu qəzəl deyil. Əlbəttə bunu xətti də əcəba bu necə oxunur o da. Ey məh gecə rüyada görüb zülfün oyandım. Ey məh gecə rüyada görüb zülfün oyandım. Sevdanə boyandım. Burada kiçikdir. Bu müstəzad beləsi olur. Baxın, ey məh gecə rüyada görüb zülfün oyandım. Sevdanə boyandım. Gündüz ruxi pürtabini bus etdim, utandım. Gündüz ruxi pürtabini bus etdim, utandım. Ateşdür oyandım. Bir mütəbər ayinə idim, dəst fələkdə, ağuş mələkdə. Dur eləcək əksinə, bən düşdüm, uqandım. Balçıqla suandım. Balçıq bilirəm, amma su andım, yəni suyu, balçıq olaraq suyu xatırladım. Balçıqla su andım. Sufi bu sənə getdi yadan beyti hərabə. Sufi bu sənə getdi yan beyti həramə. İrdi o məqamə. Ben məsnədi meyxanədə yan gəldim, uzandım, səhbayı susandım. Ey corüstəm cah eləmə cah havadis. Ey corüstəm cah eləmə cahi havadis envai xəbais. Ben qeyri bu azai fələkdən ben usandım, bənə qandım. Zəhra bənə qandım. Bənə demək həttəmən bir şirin bir şey. Zəhr abinə qandım. Zəhr abinə qandım. Abinə nə demək olacaqdır? Bunu bir soruşaq görək ki, abinə deyə bir şey var. Abinə nə deməkdir? Ərəbcədir, oğlan. İbnə götürdü bu, o deyil. Qız oğladı, qız uşağı, doxtar. İbnə. O qız yox, bu bilmədi. Zəhr abinə qandım. Abinə zəhri su kimi, yəni. Ol bağı kəmalimə ki füyuzat əzəldə. O bağı kəmalim ki füyuzat əzəldə, fərxundə məhəldə, sərtaqədə mən qur həqiqətlə tunandım, vaxtində burandım. Əbrumuzun eşqinə cəngi rüqəbəyə.
ابرو da ola bilər, abru da. ابرو و مزن عشقینه زنجیر و گبایه قتلی خسمایه aldım yedime tir و keman tiğ kuşandım aldım yedime tir و keman tiğ kuşandım meydana tulandım bir dürlü nedir ekmedim dağ ferahi anlamadım bir dürlü nedir anlamadım dağ ferahi elvan hevahi bir demde bu xəmni zədeyi bin rəngə boyandım bir dəmdə bu xumxanədə bir dəmdə bu xumxanədə bin rəngə boyandım badə ilə sulandım qadir ağlamadan həsrəti dildar ilə didəm tufan bəlayəm eyni iki çeşmim gibi toldumda boşandım çok seylə boyandım. Tamam, burada da onu oxuduq. Eynidən genə də 2 dana, aliyadan 1 dana, alidən genə də 2 dana. Həmin ali və aliya 2 dana burada, ikisi bir adamdır. Samil ya şamil, sail də ola bilər. Bundan da bir şeir burada vardı. Səbridən, lütfüdən, nədimdən, rağibdən. Bu birisi şeir kimdəndir? Qəzəl-i Natamam-ı Vəhəbi deyə burada yazıbdır. Ehtimalən Vəhəbidən Qəzəl-i Natamam. Burada da yazıbdır. Kimdəndir bu qəzəl? Cazim. Cazimdən burada bir qəzəl yazıbdır, amma bu birisinin hər kəsdən yazıbdır, adını gətirməyibdir. Ben tur rükû əcəb ol gərdən nafuri keçik zəxminə sərhəmi mərhəm olacaq zəxminə mərhəmi nafuridə çəksən bilməm. Hər halda cazimdən bu bir dana, o birisini yazmamışım. Nədim, Asim, Asimdən yenə də bir dana, Asimdən bir dana. Bu Asim əcəba Ərdəbilli Asimdir. Bilmirəm. Bəzi yerdə əksi kitabdan salıblar, tar düşüb bəzi yeri. Özəlliklə aşağı quşəsi kitabın bu səfəsinin aşağısı tar düşübdür. Çox da görsənmir. Samlu deyə bir şairdən, Vasifdən. Bu tərəfdə görmürəm kimləndir. Gəndə bu eyni ona taydır. Müstəzad Tubhanəli Səfivvət. Müstəzadı Tubxanalı Səfivvətdəndir. Səfivvətdəndir bu müstəzad. Bu kimləndir? Səfət. Sifətdəndir. Həman üstdəki oxuduq ondandır. Səfivvət, Vasif, Aliya. Gördüyünüz kimi bu bir dana cüngüdür. Daha mən gəldim, yarıya yetişdim. İstəmirəm bunu biləsə davam edim. Burada hər şairdən vardır. Yenə Samila ya Samilə olacaqdır bu. Samila 3 yerdə təkrar olur. Sifət. Tamam. Bu kitabdan geçək görək bu birisi nədir? Tarix onu bilmədik. Amma çünki oradan indi şairlərin də üzü ilə istəyək burada bir yaprağı qədər nə mənə belə bir şey deyibdi. Amma bəlkə bir yerdə bunun da şairi bir şey yazar, amma mən görmədim təəssüflə. Yəni bəlkə bu yazan özü də bir şeir yazar burada. Deyə xaldı canımda cüda etdi fələk. Amma bunun tarixini çıxartmağa ehtiyac var ki, bu səfələrin hamısını adam dana-badana şeirləri oxuya, həm də bu xətti adət eləyə. Yəni əslində bu xətti mən Hürrə İnkitab Fəqihi Nəqiyyə-i Bihicab. Ehtimalən bu ad ola, Nəqiyyə də ola bilər, Fəqiyyə də ola bilər, Fəqih də ola bilər, amma Nəqiyyə yazıb, elə bir Nəqiyyə-i Bihicab. Ehtimalən bunu Nəqiyyə adında bir adam yazıbdır. Mən onu Fəqih oxumuşdum.
Ola bilər də fəqih olsun, bir dənə həmzə qoyub üstündə. Ona görə fəqihiyyə bi hicab olmaz. Ola bilər nəqiyyə bi hicab belə gətirsin. İstirdim burada görün, bəlkə bir şey burada işarələr yox. Bu da elə şəkərdən zıtdan danışır və sonra şeirə girir. Hər halda bu kitabı bəlkə tarix tapmaq olar, amma ehtiyacı var olacaqdır ki, bu kitabı əvvəldən axirə sətir və sətir oxuya adam ta eləyə bilər ki, bu kitabı tanıya. Gedək burada ikinci kitabı açaq, görək ki, ikinci kitabda nələr deyir. İkinci kitabda yazıbdır ki, Eşq-i Rəsulullah fəsl əvvəl 46 səhifə. Amma bunu kitabda görürük ki, kitabın PDF-də yazıb 23 səhifə. Həmin 46 olar, çünki elə birinci səhifədə görürük, cildi açıbdır, kitabın cildin qoyubdur, cildinin eşiyin. Cəlibdir ki, cildinin eşiyinin üzün baxırıq, görürük kitabın ortası, yəni iki yer kitab yapışır birinə, ora Şirazə deyirik, Şirazə cırılıbdır. Cırıldığı üçün bir köynək parçasından, bir nəzərimə mənim açıq desəm, nəzərimə gəlir ki, xanımların tumanlarından bir şırıq cırıblar, kitabı ondan yapışdırıblar bir-birinə. Cildin bir tərəfi gön kimidir, gön qalır, bu birisi tərəfində gön qalmayıbdır, cırılıb gedibdir, elə kitabın yazısına yapışdırıblar. Yəni cildə yapışdırmayıblar o palçanı, o cırıq şeyi ora yapışdırmayıblar. Burada da elə birinci o səhifəki yazılır, üstündə bir yekə yazı ilə xoşnevislik, gözəl yazını təmrin elirmişlər, məşq elirmişlər, o məşqi, təmrin məşqidir tücə. Onu məşq elirmişlər, məşqi burada görürük ki, əlifbanı məşq elirmiş və bunun yanında da bir dənə uzun yazı görsənir. İkinci səhifəyə gedirik, kitabın cildinin indi içinə gedirik. Cildi açıbdır, cildidən içində bir yazı görürük, şimdi də burada məşq elirmiş, Bismillahirrahmanirrahim, o birisi xəttləri nəzərə gələn belə bir şeydir. Əmni təzkiri, ceyran biri, nəmənə səlam. Belə bir şey, Bismillahirrahmanirrahim. Bu birisi səfədə daha çox məşq eləyiblər, çoxlu xət yazıbdır. Kitab alıb da hər halda kitabın boş yerində oturub bura. Amma buradan bizə kitabın əsli başlanır. Sallallahu aleyhi və səlləm Əl-Fəslül əvvəli dərbəyanı Eşq-i Rəsulullah. Buradan deyə başlayır kitab türkcə və ərəbcə. Yəni ərəbcəni yazıb, altında türkcəni, cümlələrin altında türkcəsini yazıbdır. Ərəbcəsinə səslərin qoyub, yəni erab qoyubdur, amma türkcəsinə qoymayıbdır. Əlbəttə bəzi yerdə qoyubdur, onu da görürüm, onu da görürəm burada. Kitab rəngi gördüyünüz kimi həvai rəhdir. Yəni ağ deyil, abı da deyil, abının az rəngidir. Görürük burada Əl-Fəssüs-Sani dərbəyani mən-i həva və həva-i nəfs. Bu da buradan ikinci səhifədə beləsi olur. Ondan sonra görürük ki, bu kitab davam edir. Çox gözəl bir xətt ilə ərəbcəsi və türkcəsi çox daha, yəni ərəbcəsi daha gözəl, xoşnevisi deyək, çox gözəl yazılı xəttlədir, amma biz onu diqqət eləmirik. Burada biraz şuluqlaşır, çünki qırağında da bir ayrı ərəblər yazır, ona görə kitab biraz şuluqlaşır və nəzərə gələn kitabın bir yerindən sonra türkcəyə də səs çox qoyur. Yəni, özəlliklə bu səfədən sonra görürük ki, yəni PDF-də 12-ci səhifəyə gələndə adam görür ki, şuluqlaşdı səfə. Baxıram, görürəm ki, bu şuluqluğun illəti budur ki, türkcənin də üstünə səs qoyubdur. Kitabın ortasının cırılığı görünür. Yəni, Şirazə ki, cırılmışdı dedik arxada. Onu görsənir ki, burada kağızı kəsiblər çox diqqətinə və yapışdırıblar. Kitab cırıqları dahi cırılıb, aradan getməsin. Sirişomla məmulən bir şeyi yapışdırırlar. Bəlkə son zamanlarda olsa ayrı bir şeylə bu yapışqanı yapışdırıblar. Burada, amma bu səhifədə, PDF-in 17-ci səhifəsində görürük ki, Şirazə kamilən bir-birindən açılıb, cırılıbdır. Amma 18-ci səhifədə görürük ki, yenə kağızla yapışdırıblar, qoymayıblar, cırılsın, geçsin. Və kitab burada qutarır əslində. Bu kitab burada
Təzkir-i Əbtər nə mənə buradan da bir dənə bir sallallahu aleyhi və səlləm və yenə də xoşnevisi görünür. Burada adam əlbəttə bir dənə də şeir elə bir yazılıbdır və kitab qurtarır. Həman cür ki başlamışdı, elə həman cür də qurtarır. İndi bu beləsi qeydəndə baxanda görürük ki, bu əvvəldə ki biz cildin görürük göndü, o kitabın başlanğıc tərəfidir. Bu ki yazı görürük axirdə qalır, o da kitabın son səhifəsidir. Etdi təzkir heyran bizi səlim, əmri təzkir heyran üstəkin xoşnevisi yazılmış. Məsələn bu əmr etdi ya da əmr təzkir heyran bizi səlim deyə belə Bismillahirrahmanirrahim, sonra da yenə də aynını yazı əmni təzkiri ceyran biri səlim. Yəni o üstəki xətti 3 cürə, 4 cürə yazıbdır, amma heç birisində oxumaq olmur. Burada da ərz elədim, çoxlu şeylər yazıbdır, xoşnevisi çalışırmış, onu yazıb. Amma kitabın əsli buradan başlayır və yəni buradan baxsaq 1, 2, 4, 5-ci səhifədən əslində kitab başlayır. Bismillahirrahmanirrahim sallallahu aleyhi və səlləm adını yazmayıbdır. Üstə ehtimalən yer boş qoyublar ki, Həzrət Məhəmmədin adını yazacaqlar. Nə tür? Yazmayıb, elə yazıb sallallahu aleyhi və səlləm Əl-Fəslul əvvəl dərbəyani eşq-i Rəsulullah. Bismillahirrahmanirrahim. Amin təzkir-i ceyrani bizi səlmin. Üstəki o şeiri ki yazmışdı, o cildin birinci səhifədə buradadır. Amin təzkir-i ceyrani bizi səlmin ərəbcədir. Marca'at dam'an cera min maqlihi badamin. Zikretdüyümdür yaran-ı selmi. Mezaz eyledün, mezc eyledün dideden ceri eden abi demin. Em habbetir reyhu min telgai kelima kazime ve avmeze البرق في ظلماء من أزنم یا اسنم yayılmi asti sana canibi kazimeden yalice de berg ürüp nurlendirdi raziyem. Şeirdi bu Hazreti Resul Aleyhisselam'ın və salatun əleyh üçün şeirdə ərəbcə, türkcədə bunu tazaşdan şeir yazıbdır. Ağır olduğu üçün mən bunu oxuya bilmirəm, oxumuram yəni. Çünki ərəbcəsini anlamıram, türkcəsində ona görə də düşünmürəm nədir. Ona görə bu kitabı qoyum qalsın. Gedim bir ayrı kitab açım. Görək ki Necə oldu? Təsnimi Məhəmməd, biz bunu aşmamışdıq. Necə oldu? Təsnimi Məhəmməd açılıbdır burada. Eşq-i Rəsulullah, bunu da baxdıq. Mənzumi Şərh-i Əsma-i Hüsna, buna baxaq. Kitabın başında yazıb ki, PDF-in başında yazıblar, bu kitab 948-ci icridə yazılıbdır, 62 səhifədir, amma PDF göstərir 31 səhifə. Bunun anlamı budur ki, PDF-də hər səhifədə 2 səhifə qoyulduğu üçün 62 olubdur. Kitabın adı Mənzumi Şərh-i Əsma-i Hüsnadır. Kitabın cildinə baxırıq, görürük ki, əvvəl kitabın, belə baxanda adam görür ki, kitab cırılıbdır, köhnəlibdir, əpriyibdir, hətta desəm, bəzi yerləri dəlinibdir bir şeylərlə. Cildin hər yerinə baxırıq, görürük ki, çürüyüb təqribən. Amma Osmanlı dövrəsində nəqşə, o nəqqaşi ki vardı cildin üstündə, Osmanlı dövrünə aiddir. Suyun üstünə çəkilən nəqqaşidir ki, bu günlərdə çox yaygın bir nəqqaşi olubdur dünyada. Kitabı açıbdır, kitabın içini açanda görürük ki, Şirazə cırıqdır, bir ədədləri görürük, kitabda yazılıbdır.
1-dən yazıb ta burada 20-yə can və 21-dən yazıb 37-yə can. Rüyasında görür Sarix Nəmənə belə bir şey. Burada da bir təməllük kitab, bu da bir şeylər yazıb, qeydib bunu baxarıq, görürük. Nədir? Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Şərh-i Əsmaül Hüsna deyə çox sadə yazan ehtimalən özü ya bir adam ki bunu nüsxə götürübdü, o. Bu gətiribdi. Osmanlı dövrünə tay çalışıb ki, bir nəqqaşilər çəksin, amma çox xülasə bir şey çəkibdi, qırmızı rənglə hər şeyi rəhləyibdi, bir güllər filanlar çəkib, məsələn, deyək günbəz çəkibdi filan, biraz fərqli bir şey düzəldibdi, amma kitabı salıbdı çərçivənin içinə, çərçivədə 2 dənə qırmızı xəttdir bir-birinin yanında, şeirin misrələri də bir-birindən aralayıbdı. Əlbəttə, birinci səhifədəki kitab yazıb, misrəyin içində də bir şey yazıb çalışaram onu oxuyayım. Şeir idi, başdan ayağa burada gördüyümüz şeir idi və kitab yenə də səbəbi təəlifi burada yazıbdı bir şeirdə və burada da qalallah Taala izə cəə əcəluhum sümmə la yestəxirunə saətən və la yestəqdimun. Burada da belə bir ayəni qoyubdu. Şeir kim yazıbdı elə bir misrə kimi orada yazıbdı. Qoluhu subhanahu taala və əlləməl adəmə əsmaə. Ya Allah, burada bu adam gəlibdi, hər kəs bunu yazıbdı ya da yazar elə özü. Gəlibdi şeirlərin başında məsələn Allah adı yazıb. Ya Rəhman, Ya Rəhim, bunlar şeir adıdır. Ya Məlik, Ya Quddus, Ya Səlam. Burada məsələn Ya Mümin, Ya Mühmin, Ya Əziz. Allahın adlarıdır bunlar. Bəli, Əsma-ül Hüsna dedikləri bunlardır. Ya Cəbbar, Ya Müstəkbir, Ya Xaliq, Ya Bari, Ya Musəvvər, Ya Qəffar, Ya Qəhhar, Ya Vəhhab, Ya Rəzzaq, Ya Fəttah, Ya Əlim, Ya Qayiz, ya da Qabiz olacaq, Ya Qabiz, Ya Basit, Ya Xafiz, Ya Rafi, Ya Muizz, Ya Muəvvil, Ya Səmi, Ya Bəsir, Ya Həkim, Ya... Bu cür görürsünüz, hər Lətif, Xəbir, Həlim, Əzim, Qəfur, Şəkur, Əli, Kəbir, Hafiz, Ya Həfz, Muqit, Həsib, Cəlil, hərəsinə bir şeir yazıbdı. Allahın adlarının hərəsinə bir şeir yazıbdı. Cəlibdir bu, onları məni eləyib. Əslində mən özüm şəxsən bunları bilmirəm nədir. Bunları axirdə də bir dənə cədvəl qoyubdu. Bu cədvəli mən istəyirəm baxam. Tarixi kitab. Əvvəl bu kitabın tarixini də baxaq. Pəs bunu əvvəl deyək ki, kitabın ikinci kitabı açdıq. Əlbəttə burada oldu 3 kitab, amma tamam. Birincisi Bəndə Hənif yazaq ki, bunun adı, əsli adı Məcmui Əş'ari Şüəra. Tamam, bir dənə belə bir şeydir. Adı, əsli adı bu oldu. İkinci kitab nə idi? Onun adın Eşq-i Rəsulullah. Bu 1, bu 2. Ad Eşq-i Rəsulullah. Bunun tarixi oxumadıq bunu. Bu da qalsın. Bu da ərəbcə şeirdir. Ərəbcə, türkcə şeir. Nətdir özdə. Nət. Həzrət Rəsulun şeyində olanda nət deyirik. Və üçüncü kitabda ki, bu günləri açdıq, tanış olaq. Məncə də çox mühümdür. Adı Mənzume-i Şərh-i Əsma-i Hüsna. Tarix yazıb buna
Baxarıq, əlbəttə özü də yazıbdır. 948-də yazılıbdır. Hicri qəməri. Yəni neçə il bundan qabaq? İndi biz bu deyil. 1447-ci il deyirik. Əgər bundan çıxsaq 948-i çıxsaq 500 il bundan öncə təqribən 499 il öncə yazılmış bir şeir əsasında mövzu, yəni qonusu Əsma-i Hüsna-i İlahidir. Yazı tərzi, yazı türü. Türü nədir? Yazı türü şeiridir. Kitabın axirində tarixin yazmışdı. Bunu bir buradan çıxadaq. Tamam oldu kitab, elhamdülillah. Ümiddir kim, ola məqbul dərgah. 948 olduqda hicrət, 948 düz yazıblar. Bu nəzm irdi haqdən onu nüsrət. Budur ol yadigarı İbn-i İsa, yazanın adı. Yazar kimdir? İbn-i İsa. Bununla mürdə dillər olur ihya. Və bəd zikr olunan və bəd zikr olunan saatləri cədvələ gətirib bəyan etdik. Kəvakib-i səb'ənin hər gününə 7 saat zabit olur. Hər birinin vaxti nə zamandır ki, bilmək asan ola inşallah taala. Burada gətirib bir dənə cədvəl açıbdır. O cədvəldə əyyam həftə, ovqat sübh, sübhü, zuha, zəval, zührü. Nəməni beynəs salateyn, ehtimalən beynüs salateyn, əsr, şam. Belə deyə bunları gətiribdir, qoyubdur və sonra da bu səhifədə də davam edib bunu cədvəli saat əyyami və ləyali deyə bunu da burada gətiribdir. Əyyam 1, 2, 3, 4, 5, 6, 7, yəni 7 gündür. Ləyali gecələr. Birinci olur 5-ci gecə, ikinci gününkü olur 6-cı gecə, üçüncü gününkü olur 7-ci gecə, dördüncü gününkü olur günüzün gecəsi olur. Birinci, nədir bunlar yazılır, mən bilmirəm. 1 olur, 5-incisi 2 olur, 6-cısı 3 olur və 7, 4 olur. Sonra da yenə birdən başır, şəmsidir, qəmərdir, mirrixdir, ətarüddür, müştəridir, zöhrədir. Ehtimalən bunlar beləsi bir cədvəldir. Mən bu cədvəllərdən baş tapmadığım üçün buna da getmirik. Amma gedək bu kitabın qonusuna görək ki, bu kitab bizə nə verir? Əvvəl bu kitabın görək ki, təməllüki kimdir? Məhəmməd ibni 1221 olacaqdır. Bu adam bu kitabı 1221-də alıbdır. Əs-Seyyid Məhəmməd ibni Adəm. Əs-Seyyid Məhəmməd ibni Adəm. Təməllük kitab bil miras be mədrəsə-i rahə ya be müdərris rahət. Əlbəttə bu elə bilər rahə olmasın, təmm olar məsələn. Təməllük kitab bil miras. Mirasdan gəlibdir. Dədə-nənənin malın böləndə bu adam kitab götürübdür. Çox ağıllı bir adam imiş. O birisilər mal-mülk götürüblər, bu kitab götürübdür ehtimalən. Şeyx Sədreddin Qənəvidən rivayət olunur ki, Oldaxi Şeyx Muhyiddin Ərəbidən hər kimsə ki bu ayəti və əsmayı bir murad üçün 41 kərə oxuya bir bərmurad ola. Bu bir dənə burada şey deyibdir, deyib ki, bunu Şeyx Sədreddin Qənəvi rivayət eləyibdir. Şeyx Muhyiddin Ərəbi deyib ki, hər kimsə ki bu ayəti və əsmayı bərmurad
üçün 41 kərə oxuya, bir murad anın 41 kərə oxuya bərmurad ola. Bir murad bərmurad. Bismillahirrahmanirrahim. Ya qahiru, ya qadiru, ya zahiru, ya batinu, ya latifu, ya xabir. Quluhu al-haq və ləhu quluhul haqqu və ləhul mülkü yevmə yunfəqu fis-suri alimul geybi və şəhadəti və huvel həkimul xabir. Deyibdir ki, hər kəs bunu oxusa 41 kərə, bəli, 41 kərə deyib hər kəs bu məcmuəni ki, indi oxusa, duası yerinə gələr inşallah, amma biraz zordur, yəni, biraz, bilmirəm, bizlər duadan olmuşuq, yəni, o qədər etiqadımız yoxdur. Şərh-i Əsmaül Hüsna, kitabın adıdır, biz də bunu yazdıq. Fətəhtü babi, fətəhət bi ismi zat-i zül-əla, huvəllahul qədimi bil-bəqa. Teala şa'nuhu amma yaqulun tənəzzüh zatuhu mimma yazunun. Ərəbcə başlayıbdı şeiri. Zehi qadir ki urdi kafətün nun. Zehi qadir ki urdi kafətün nun. Yərəddi dərri beyza, dürri beyza minən nun. Zehi qadir, Allah elə bir qadir ki urdi. Urdi yəni hörmaq, örmaq, bir-birinin yanına qoymaq. Ürdü kafətün nun. Kafla nunu bir-birinə vurdu. Vurdu. Zehi qadir ki ürdü kafətün nun. Yərəddi dürri beyza minən nun. Dürri beyza ehtimalən mənzuru, yəni külli cəhanı nundan yaratdı. Zuhurə gəldi oldəm ruhi əzəm. Elə o zaman ruhi əzəm. Əlbəttə burada bir şey də ortada yazıb görüm bunu oxuya bilsəm yaxşı olar. Çevirməliyəm. Gərəkdir ana ümmət olana li məsləhətil fəqir. Hər halda belə bir şey yazıbdır. Burada bunu əlbəttə çevirək şuraq bunu oxuya biləcəyik ya yox. Yox, çox çevirməliyik ki, gələ bu. Cüruhi kümlik əkməlidir, dinilirsə vəznu məna daxi kəmal bulur. Nə mənə? Cüruhi kümməlikün, kümməlinik, cüruhi kümməlinün əkməlidir. Cüruhi kümməlinün əkməlidir, dinilirsə, beləsi dinilirsə, vəzni və məna daxi kəmal bulur və illa naqis olur. Limüsləhil fəqir Məhmud Nasih Əl-Həqir Brusəvi. Brusəvi Bruslu yeri deyib ki, hər yerdə Bruslu deyilər də. Bursəli, Bursa. Brusəvi, Bursalı. İndi Bursa deyilir. Deyir ki, Bursa da həmin adı Brusdur. Brusəli Məhmud Nasih deyibdir ki, bunu beləsi oxusaz mənası da düz olar, özü də düz olar. İlla qeyri o qələt olar. Onu demişdi, tamam, onu getdik oxuduq. Biz indi gələk bir də şeirimizə davam edək. Fətəhdu bi ismi zat-ı zül-əla huvəllahul qədimi bil-bəqa Teala şənuhu əmma yəqulun tənəzzəh zatuhu əmma mimma yəzunnun Zehi qadir ki ürdü kafətün nun yərəddi dərri bəza minən nun Zuhurə gəldi oldəm ruhi əzəm nə ruh oldu qəmudən ola əkrəm Qəmudən yəni hamıdan Bu ruhun zillidir ərvah-ı əcsad Zill kölgə Bu ruhun zillidir ərvah-ı əcsad Bu sayə sayəsidir Adəm oğlad Bu sayə sayəsidir Bu sayə sayəsidir Bu kölgənin kölgəsidir Adəm oğlad Adamın oğladı Bu şəmsün zürrəsidir ərş-ü əflak Bu şəmsün, bu gün, yəni o nur ki gəldi Həzrəti Məhəmmədi deyir Bu şəmsün zərrəsidir ərş-ü əflak Bu bəhrün qətrəsidir fərş-ü əmlak
həqiqət gözləsən bu sır qələmdir. Həqiqət gözləsək bu sər qələmdir. Bununla rəsm olur nə kim rəqəmdir. Bu cövhər olmasa olmaz olmazdı aləm. Bu cövhər olmasa olmazdı aləm. Nə cin o, nə mələk, nə nəsl Adəm təcəlli etdi nur İsmail Qəffar. Təcəlli etdi nur İsmail Qəffar. Qəffar sözünü deyir. Ədəmdən zahir oldu hər nə kim var. Zehi cudu kərəm lütf etdi yazdan. Bu insan nöyinə xoş qıldı ehsan. Əta etdi bulara nur irfan. Burada bir şey yazıbdı zor oxumaq. Budur salat titrə yamzi şəm-i iman. Yandı şəmdi iman ehtimalə. Bu şey eləyiblər. Bu kitabı, bu qisməti əl aparıblar üstünə. Nə cür olubdu? Bir şey yazmışmışlar. Ya yazan, ya da kitabı alan, nüsxəçi da, ya nüsxəçi, ya da kitabı alan. Nəzərinə gəlir ki, burada düz deyil. Götürübdü kəlmənin üstündə oynayıbdı. Bunu rəngin yoğunladıbdı, qalinlədibdi ki, əsli yazılmış içsin, tazaşdan bir şey çıxsın ortaya. Ona görə biraz qatışıq düşüb bura. Məsələn, burada bir dənə də 7 qoyubdu. Əcəba bu 7 həmandır ki, bu adam demişdi onu oxuyu. Güruhi kimligün əkməlidir. Ehtimalən beləsi oxunacaqdır. Bu hardadır o, onu bilmirəm. Amma görək. Əta etdi bulara nur irfan. Məsələn, burada da nurun 2 dənə rı varmış. Birin siliblər tiği ilə. Kəsər bir şeylə qaşıyıblar. Budur müşkat-ı itrə. Yaqdı şəm-i iman. İndi oxudum, mən beləsi oxudum. Budur müşkat itrə, yaqdı, yandırmaq. Yaqdı şəm-i iman. Ço Adəmdən bilindi ismi əzəm, onun üçün dedi Adəm üçün mükərrəm. Bulur kim Adəm itrə oldu muxtar. Bular kim Adəm itrə oldu muxtar. Güruhi ənbiyadır etmə inkar. Bulara etməsəydi üçün vəhy ilahi, bulara ənbiyalara, bulara üçün etməsəydi, əlbəttə əşarada da yazıb indi, ya etdi, beləsi yazıbdır. Bulara etdi üçün vəhy ilahi, orada da üstəlik etməsəydi, 2 cürə yazıbdır, amma ehtimal gəlir bu etməsənin üstünə xət çəkibdir, əşarada yazıb etdi. Etdi olanda beləsi olur. Bulara etdi üçün vəhy ilahi, onun üçün göstərirlər doğru rahi. Doğru. Yenə də bu qələt yazmışmış. Ayrı bir xəttinə vəsətdə ğırı, ikisinin vəsətdə tuyun arasına yerləşdiriblər. Amma ayrı cür oxusaq olar beləsi. Bulara etdi üçün üstə otumu etməsəydi, bulara etməsəydi üçün vəhy ilahi, onun üçün göstərirdi doğru rahi. Etdi düzdür, zahirən onu ilə düz gətiribdir. Mənə də gəlir ki, beləsi. Bulara etdi üçün vəhy ilahi, onun üçün göstərirlər doğru rahi. Şeiri düzəldibdir. Məhəmməd ənbiyanın əfzəlidir, kəmali mərifətün əkməlidir. Ki labud hər nəfəsdə bu zamanə salavat irsal edə fəxri cəhanə. Bu birisi səhifəyə gələk, görək ki, burada nə yazıbdır. Burada da yenə bir şeyləri dəyişdiriblər 3-cü beytidə. Bu feyzandan irər xəlqə həmişə. Bu feyz andan irər xəlqə həmişə. Haqq öyle qıldı hikmət anə pişə.
Vilayət şəhrinə cün oldu mehman, nübüvvət təxti üzrə oldu sultan. Altında buldu çox qədər rəfi'i, onun üçün bulsələr yarın şəfi'i. Burada da ümməti oldu limusləhətil nə mənə fəqir, belə bir şey yazıblar. Ümmətin oldu limusləhətil fəqir, belə bir şey. Çü ceydi izzəti ilə tac lolac, onun üçün qoydu sərmayənə əflac. Dedik, ehtimalən bunun arasında burada bir şey götür. Aha, onun üçün ümmətin oldu. Yox, bu da üstəki şeirdə altında buldu. Ələstdə, ələst. Bu olacaq, ələstdə buldu. Çün qədri rəf'i, onun üçün ümmətin oldu şəfi'i. İndi bu beləsi oxunacaqdır üstə. Biz beləsi oxuduq. Altında bulduğu üçün qədri rəfi'i, onun üçün bülsələr yaran şəfi'i. Beləsi, burada bu kəlmə bülsələr yaran, bu üstünə xət çəkiblər, adına ümmətin. Onda beləsi olacaq. Ələstə, ələst əvvəl əzəl. Ələstə bulduğu üçün qədri rəfi'i, onun üçün ümmətin oldu şəfi'i. Burada bir dənə li səhhəhəl fəqir, belə bir şey yazıblar, o bilmirəm nə deməkdir. Çü ceydi izzət ilə tac lolac, onun üçün qoydu sərpayinə əflac. Sərpayinə əflac. Yəni, əflac başın qoydu Peyğəmbərin ayağı altına. Beləsi deyir. Onun üçün qoydu sərpayinə əflac. Salam əshabinə və alinə həm. Salam əshabinə və alinə həm. İlə yevmi əbəz əmharına hərdəm. İndi burada bir şey yazıbdır. İlə yevmi abınz mehranu hərdəm. Bu nə deməkdir? Baş tapmadım. Buranı oxuya bilmədim. Tazaşdan üstə bir şey də siliblər. Bu lola ki, hər biri din içrə bir kan. Bunların hər biri din içrə bir kan. Əshabı şeyi deyir pəs. Salam əshabinə və alinə həm ilə yevmi əbənz əbza ehtimalən hər an və hər dəm. Burasını oxuya bildim, amma burada bir kəlmə yazıb, onu oxuya bilmədim. İstirdim deyəm ki, burası cırılıbdır, sonra görürüm ki, arxadakı sətir görsənir. Yəni, səfənin dalasındakı yazıdır görsənir. Ehtimalən silinməyibdir. Bunların hər biri din içrə bir kan. Bulurlar dini adinə çar ərkan. Bulurur din adinə çar ərkan. O 4 dənə din adına ki, onların adını deyir. Əbu Bəkr irdi Qur'ani, Əbu Bəkr irdi əvvəl ali qədərə. Əbu Bəkr irdi əvvəl ali qədərə. Xilafətdə onun üçün geçdi sədrə. Sədaqət bəhrinə çün oldu qəvvaz. Çıxardı lulu'i dini həmul xas. Rəsulə olduğu üçün yar filğar. Ana layiq dinə ətqi minən nar. Ətqun minən nar. Ömər irdi, buranı siliblər. Bunu qətən, bunu 2 yerdə kitabı bir tiğə ilə pozublar, siliblər, üstündən tızışlayan. Qərəb Ömər irdi onun ardınca bəxtə. Xəlafət etmək üçün çıxdı təxtə. Onun dövründə yazı ilə kəbutər, nə mənə? Bunlarda çox şeyli bir. Baz, qarğa, cücərcən. Belə bir şeylər yazıblar. Çox. Burada ehtimalən bu kitab
birinci yazı ola. Bəlkə də nüsxəçi birinci nüsxədir. Çünki adam neçə yerdə bunu ya silibdi, ya üstünə xətt çəkibdi, ayrı xətt ilə yazıbdi. Çox bu birinci, oradan bəlli olur ki, bu kitab ehtimalən birinci olacaqdı. Ya da mənə tay şələxdə da bir pıntı bir adam imiş. Xətti çox gözəldir, pıntılığı yoxdur. Amma yazanda bəzi kəlmələri düz yazmayıb, keçirdibdi, sonra məcbur olub silsin ya dəyişdirsin. Belə o bu görsənir. Məsələn burada bir şey aşağıda yazıbdı. Bazqarğa gögərcin. Qarğa gögərcin. Məsələn belə bir şey, göyərcin həman. Ömər irdi onun ardınca bəxtə, xilafət etmək üçün çıxdı təxtə. Anın dövründə yazı ilə kəbutər. Baz ilə kəbutər. Baz və kəbutər. Anın dövründə baz ilə kəbutər. Burada əlbəttə altında yazıb ki, baz qarğa gövərçin. Kəbutər gövərçin. Baz qarğa istəyib yazıb altında baz qarğa kəbutər gövərçin. Barışdı lütfü gəldi, oldu həmsər. Oldu həmsər. Onun dövründə baz ilə kəbutər barışdı lütfə gəldi, oldu həmsər. Başı bərabər, yəni mühibbü münüs. İndi burada yenə bir şey yazıbdı. Ömər qarnində. Qarnid elibdi əsr. Üstünə xətt çəkib altına yazıb. Ömər qarnində, əsrində nütqə gəldi hərvar. Ömər əsrində nütqə gəldi hərvar ya hərdar. Dedilər mata ədlü, yəni bənil ənsar. Dedilər mata ədlü bənil ənsar. Üçüncü irdi Osman ibn Affan. Səxanu həyav bəhri ümman. Burada n kimi yazıbdır, amma oxunmayacaqdır. Çünki səxanı olmaz. Səxavu həyavu bəhri ümman. Bu nun kimi yazılanlar məncə izafi yazılıbdır. Gözəllik üçün yazılıb məncə. Yəni ola bilməz bu səxavu, səxam ola bilməz, səxat da ola bilməz, səxan da ola bilməz. Onun üçün səxavu, həyavu, bəhri umman. Yenə təcəşdən bu birisi sətrin əvvəlini qərəliyibdir. Sənmə hökmündə olduğu üçün sim. Burada da sənmə şəklində yazmışımış. Sənmə şəklində olduğu üçün sim. Bir nəfər bunu silibdir. Niyə silibdir? Silməyiblər, üstə xətt çəkiblər. Altına yazıb hökmündə. Sənmə hökmündə olduğu üçün sim. Qomadı heç qətində həbbə və nim. Rəsulun əskərinə etdi isar. Cəmi malini ol xeyrul əbrar. Ki dördüncü Əlidir şiri Yazdan. Burada bir şey yazıbdı, onu silibdi. Əmiri nəmnəminə, belə bir şey, əmiri rəhbər, belə bir şey, rəbər, əmiri irir, belə bir şey. Əmiri irir. Ki dördüncü Əlidir şiri Yazdan, erir bir mənzilə ki irmədi bir can. Beləsi. Ki dördüncü Əlidir şiri Yazdan, erir bir mənzilə ki irmədi bir can. Anın həmzatı pak idi, həsəddən, şücaətdə xoş artıqdi, əsəddən. Səxa vücud ilə san keydi ol, san kanidir ol. Yenə buranı siliblər. Əlbəttə buranı rəsmən siliblər, üstündən yazıblar. Səxa vücud ilə san kanidir ol. Vəfa həm şəhdir etdi ol. Yenə burada qatışdırıbdır bir şeydir. Vəfadan sonra bir dənə bir şey yazıblar. Bilmirəm nə oxunar. Vəfa həm şəhdir etdi. Burada yenə
ol var. Vəfa həm şəhdir. Vəfa həm şəh rayəti rayindədir o. Belə bir şey, rayindi o. Belə bir şey oxunacaqdır. Amma sildikləri üçün və yazdıqları üçün oxuya bilmədim bunu. Məhabətlə çəkibdi tiğ çalak, olurdu nərəsindən zəhrələr çak. Hüseyn ilə Həsən oldu iki bədərin. Bədreddin də ola bilər. Bədərin əlbəttə yazıldı. Hüseyn ilə Həsən ol iki bədrin. Rəsul üçün bulardır qurrətül in. Söllər Əhmədi susun bulari. Sevənlər Əhmədi səvsin bulari. Səvsün. Sevənlər Əhmədi səvsün bulari. Dəxi tutsun bulardan buların xulari. Nə mənə burada bulardın xulari. Burada da bir şey altında yazıbdır, bilmirəm nədir. Hər halda bu şey, buracan feylən çox qarmıqatışıqdır. Bunların abruyi hürmətinə çox yerdə dedim, bu kitabı əl aparıblar. Bu kitabı çox yerdə əl almasam, heycəni görürük ki, üstə məsələn əlidən başlanıraq bu şey çoxalır. Bunların abruyi hürmətinə, bilinə isbu nəzmin hürmətinə. Məsələn, nə məni verir? Bilinə iş bu nəzmin hürmətinə ya da bilinsə iş bu nəzmin hürmətinə qəbul et. Məsələn, bu hürmət sonra yazılıbdır. Silinib yazılıbdır. Bəlli deyil ki, nədir? Nəzm sonra silinib tazaşdan yazılıbdır. Qəbul et bu duayı ya ilahi ki sənin cümlənin püşt ki sənsin olar bu. Ki sənsin. İhtimalən bu da sonra yazılıbdır. Deyə bilmirəm. Qəbul et bu duayı ya ilahi ki sənsin cümlənin püştü pənahi. Qumağıl heyrət itrə bu fəqiri. Qoymağıl heyrət itrə bu fəqiri. Kərəm qıl yağını ol dəstigiri. Kərəm qıl yağəni ol dəstigiri. Bu qıl da tazaşdan yazılıbdır. Kərəm də tazaşdan yazılıbdır. Baş tapmıram. Bunlar yəni əl aparılıbdır. Mən beləsi deyim ki, tazaşdan yazılmasa da əl aparılıbdır. Onun üçün mən də burada indi şəkk ilə bunu oxuram. Xudaya lütfünlə yoxdur nəhayət. Bu mücrim qulunə sən qıl inayət. Məsələn, qıl bu 3 yerdə 2-3 dəfə təkrar olubdur. Amma məsələn, 2-3 cürə imlası var. Məsələn, bir yerdə yazıb qılı. Bir yerdə yazıbdır ehtimalən. Çünki dedim, bu xətt şey oldu. Qaf, ye, lam, ehtimalən r haləti var. Və burada da qaf, ye, cəndə l haləti var. Ehtimalən bu ikisi bir olacaqdır. O birisi yox. Həbibin hürmətinə lütfün ilə. Həbibin hürmətinə lütfün ilə günahım xaki payinə bağışla. Bağışla da tazaşdan yazılıbdır. Yəni silinibdir tazaşdan, bəllidir bunu, yəni əl aparmağı bəllidir. Dəxi əsma-i ki şərhə qıl inayət. Dəhi əsma-ini şərhə qıl inayət. Ani nəzm eyləməm bulam bəzaət. Burada da eyləməmi silibdir, elibdir etmək. Bir də şeirin elə bilirəm ki, ya mənim gözüm əyri görür, ya da ki, əylidir. Yəni sətirlər yavaş-yavaş yerləri əyilir. Dəxi əsmani şərhə qıl inayət. Ani nəz etməkə bulam bəzaət. Əlan düz oldu. O eyləməm bulam məzaət onu silibdir. Üstünə xətt çəkibdir. Sənin avnündən, avn yararlıq, kömək.
Sənin önündən irə zərrəyi ehsan. Məani dürri nəzmi olə asan. Məani dürri nəzmi olə asan. Dinələr tərcümə türki lisanə. Dinələr ya da denilər. Denilər deyənlər tərcümə türki lisanə. Burada bir şey yazıbdır, yəni boşdur, ehtimalən yer elə belə bir şey olubdur. Dinələr tərcümə türki lisanə. Ola kim yadigar, ola zamanə. Ərisə dəst Sultan Müstəfaya. Bunun zamanında yazılıbdır. Tarix buradan çıxar buna. Əlbəttə axirdə tarix qoymuşdu, amma burada yazıbdır. Ərisə dəst Sultan Müstəfaya ki təxti həş keşvər anə ya payə. Nəzər qıldıqca bu əsmaya hər bar ola fəthi məani kəşf əsrar. Əgər nəzmim ola məqbul dərgah İrəm bir qədrə kim san edər o mah. Bədrü mah ola bilər, bədrav mah. İrəm bir qüdrətə kim san eydir o mah. Tamam, san idir ki o mah. Ki mahın ronəqi hüsni olur tam. Təqabül olsa şəmsə sübh əgər şam. Nəzər edər idim əsmaya hər dəm. Təlif, səbəbi təlif buradan gəlir. Tamam, buradan bizə getdi səbəbi təlif. Amma əvvəl bu Sultan Mustafanı dedi. Sağ yazaq burada bir dənə. Sağ Sultan Mustafa. Görək ki bu Sultan Mustafa Sultan Mustafa kimdir və hangi hicri tarixində yaşamış? Görək ki buna nə deyir? Osmanlı tarixində Sultan Mustafa adlı iki padişah mərufdur. Bunlar babası Sultan Məhəmməd Salis, doğum 1000 təqribən hicri təqribən 1591 miladidir. Vəfatı 1047. Bu deyil, çünki bundan öncə bu adam yaşamış olacaq. Çünki 948-də deyir bu kitabı mən yazdım. Bəs bundan qabaq olacaqdır. Səltənəti birinci dəfə 1026-da çıxıbdır. İkinci dəfə də 1031 ilə, yəni birinci dəfə 1 il hökumət edibdir 26-da, 26 yaşında çıxıbdır, 1 ildə düşübdür, sonra da 1-2 il fasilə ilə ara veribdir. İkinci dəfə 31 ilə 32 arasında yenə də 1 il bu şahlıq edibdir. Ağlı, səlaməti məsələləri səbəbilə doğranı qarışıqlıq içində keçmişdir. Ağlı deyir, bunun müşkülü varmış. İkinci Mustafa, babası Sultan Məhəmməd Rabi, doğum 1074. Heç birisi bunlar deyil. İndi bundan bir söz soruşaq. Deyək ki, əcəba. Bu heç birisi deyil. Əcəba 948-ci hicri ilindən öncə Osmanlı sultanlarından birinin ismi Sultan Mustafa olan var mı deyə bir soruşaq görək ki 948 hicridən öncə, yəni 1541-1543-dən öncə Osmanlı padişahları içində Sultan Mustafa adı ilə təxtə oturmuş padişah yoxdur.
o dövrümə qədər olan padişahlar bunlardır. Osman birinci Osman, Orhan, Murad birinci, Bəyazıd birinci, Məhməd birinci, Murad ikinci Murad, Məhməd ikinci Məhməd, ikinci Bəyazıd, birinci Səlim, Süleyman the Magnificent. 10-cu padişah da Süleyman the Magnificent. Göründüyü kimi bu dövrə qədər Müstəfa adlı bir padişah yoxdur. İlk dəfə Sultan Müstəfa adı ilə taxta oturan padişah daha sonra, yəni 11-ci əsr hicridə olan Müstəfa-i əvvəl, 1-ci Müstəfa 1026-da əgər sən Şəhzadə Müstəfalardan birini soruşursansa, məsələn Qanunun oğlu onu da ayrı yazıb tavsiyə edərəm. Tamam. Bunu yaz görelim ne olur. Görək bunu yazsın, görək bundan bəlkə Şahzadə deyibdi bu, istəyibdi belə desin, amma Sultan deyibdi. 948-dən öncə, yəni bu kitab yazılandan öncə təxtə oturmamış olsa da Mustafa adlı məşhurdur bir şəhzadə var. Şəhzadə Mustafa deyə. Babası Süleyman the Magnificent. Doğumu təqribən 921-də doğubdu. Vəfatı 960-da olubdu. Bu kitabın doğrudan da ola biləcək bir vaxtı olur. Yəni 60 doğumu 21-də doğsa 48-də bunun 27 yaşı olar ən azından. 27 yaşı olar və tamam. Qanuninin böyük oğlanlarından idi. Ordu içində və rüaya arasında məhbub idi. Lakin 960-cıdə nahaq ittiham və dərbar dəsisələri səbəbilə babası tərəfindən qətl edildi. Nəqşə edəcəyi güman elədi. Bu hadisə Osmanlı tarixində çox əzim təsir buraxmışdır. Yəni 948-dən öncə Sultan Müstəfa yox, lakin bu tarixdən sonra məşhur olan Şəhzadə Müstəfa vardır. İstərsən bu vaqiənin siyasi səbəblərini də təfsillə yazım. İstərəm yazsın, amma yaz. Onun şeyini yazsın, amma onu sonra özüm oxuyaram. O başqa bir şey. Bu kitab məncə bu Müstəfaya aid olacaqdır. Yəni o şeyə. Bunu bir də qeydək bura, görək ki, nə mənədir. Dinərlər tərcümə türkü lisanə, ola kim yadigar olə zamanə, ərirsə dəsti Sultan Müstəfaya ki təxti həfkeşvər ana paya. Bu olmaz niyə? Çünki bu Müstəfa ki dedi şah olubdur, bir il olur. Onun dövründə ola bilməz bunu yazsın versin. Mənə belə gəlir. Mənə belə gəlir. Onun üçün elə ola bilər ki bunu yazıb Şəhzadə Sultan, amma ona Sultan deyibdi nədən isə. Nəzər qıldıqca bu əsmayı hər bar, ola fəthi məani kəşf əsrar, ki nəzmim ola məqbul dərgah, İrəm bir qədrə kim san edər o mah. Ki mahın ronəqi hüsnü olur tam, təqabül olə şəmsə sübh əgər şam. Buradan bu səbəbi təhrir. İndi görək bu səbəbi təhrirdə bir şey yazıb mı? Mən bunu yazıram Şəhzadə Mustafa. Mən bunu beləsi yazıram. Əlaməti sual da qoyuram qabağında ki, yəni bu ola bilər, olmaz. Amma dedik bu Şəhzadə Mustafa ki deyibdi, Şah Mustafa ki deyibdi, o da beləsi dedi ki, o da bunu kitabın yazı tarixi ilə düz gəlmir. Yəni burasına baxaq. Dedi ki, o Mustafa 1074-də doğulur. Bu yazan, hətta bu yazan iştibah yazsa, çünki özü bu əsri yaşayıbdı, ola bilməz ki, gələ məsələn bir şahi ki bundan deyək ki 52 il buradan 74 il oradan.
Birinci Mustafa'ya baxaq. Yox, birinci Mustafa'ya. Birinci Mustafa'ya baxsaq, bu 1000-də doğulur. Yəni bu 50 il gərək 52 il. 52 il sonra bu uşaq doğacaqdı. O doğandan sonra da 26 il sonra şahlığa çıxacaq 1 ildən də az. Birinci Mustafa niyə az hökumət eləyibdi? Dedi ağılmış səbəbindən dolayı gətiriblər, üstə götürüblər. Ehtimalən 1 ildə olmayıbdı. Birinci Mustafa yazaq. Birinci Mustafa birinci dəfə taxta oturarkən neçə ay taxta qalmağı başardı? Deyə belə bir sual soruşaq, görək ki, nə deyir? Sənin soruşun birinci dəfə taxta oturarkən neçə ay səltənət etdi? Birinci səltənəti 1026 hicridə başladı, 1027-də qutardı. Endirildi deyir, miladi ilə. Müddət təqribən 3 ay. Bəzi qaynaqlarda 2 ay, 3 ay deyə göstərildi. 2 ay, 3 ay, tamam, bu əslən ola bilməz bunun dövründə yazsın. İkinci dəfə neçə ay xidmət eləyibdi? Bu da görək. İkinci kərə neçə ay taxta oturdu? İkinci dəfə 1031-də, yəni orada dedik neçədə oturmuşdu? 26-da oturur, bir 5 il sonra ya 4 il sonra oturur, taxtdan da haman düşür, deyir neçə? Təqribən 1 il. Yəni təqribən 12-13 ay deyir taxtda oturubdur. Olmaz, məncə bu deyil. İki dəlilə bu deyil. Bir bu ki, bu yazar heç olmasa öz tarixini doğru bilər. Doğru bildiyi üçün öz tarixin, məsələn, deyək burada 40 yaşı olsun yazsın bu şeiri. Olmaz ki, bunu məsələn yaza öz tarixi bundan sonra da 70 il diri qala məsələn. Bu nəzərə gələn doğru deyil. Ən azı 70 il, çünki 52 il buradan olanda, 26 il orada olanda 73 il, 74 il elir. Nəzərimə bu doğru gəlmir. Həm də ki, qıssa da onun zamanı, birinci dəfəsi 3 aydır, yap çoxu o olmaz. İkinci dəfəsi də ki, 1 ildir, yenə də olmaz. Nəzərimə adam birinci dəfə görsə ki, bunun ağlı şeydir. Ağlı əlbəttə naqıs olmağın heç kəs bilməzdi, bildirməzdilər şahın ağlı şeydir. Toplum bilməzdi. Amma sonra indi bunu deyiblər, bilmirik də. Əlon biz bilmirik, bu doğrudur, yalandır, onu da bilmirik. Amma burada da bunu niyə öldürdülər o şahzadəni, onu qalsın. İndi burada səbəbi kitabı, bəlkə burada yazayıq. Səbəbi təlif. Nəzər edər idim əsbaya hər ruz ki zəm edərdi anə eydi Noruz. Bəlidir ki, eydi Noruz elə var imiş, yəni adı Noruz işlənirmiş. Ərişmişdim o gün biru qəzarə, bir morğuzarə. Ərişmişdim o gün bir mərğuzarə. Səhərdən başlamışdı morğuzarə. Mərğuzar çəmənlik. Əslində quşlar olan yer. Elə morğuzardır əslində. Yəni bir yer ki, orada quş çoxdur. Ərişmişdim o gün bir mərğuzarə, həman morğuzar da deyə bildik. Səhərdən başlamışdı morğuzarə. Şu dənlü zivər ermişdi cəhana. Şu dənlü hər cürə zivər ərmişdi cəhana. Cahan dönmüşdü heyətdən cana.
Röz nə mənə? Zümrüd nə mənədir? Rəzd. İndi bunu oxumaq çıxdı. Rəzd xələtini geymişdi əşcar. Mən istəyirdim zümrüd oxuyam, ola bilər əlbəttə. Zümrüd xələtini ya xələtin, zümrüd xələtin giymişdi əşcar. Qomuşlar başlarına tac azhar. Hububata erişmiş haqqı nəsimi. Hububata erişmiş haqq nəsimi. Döşəmişlər yerə dürlü nəimi. Bir olmuş idi cəhanın içi nurdən. Bir olmuş idi cəhanın içi nurdən. Yer açmışlar idi bülbüllər bu yaradan. Yer açmışlar idi bülbüllər yaradan. Açılmışdı o dəm babi qələmkar. Açılmışdı o dəm babi qələmkar. Erişmişdi cəhana hər dələnlər. Gül açmışdı, bitmişdi seyrvar. Gül açmışdı, bitmişdi seyrvar. Turub fəryad edərdi bülbüli zar. Həm erişmişdi, bunlarda hey silinibdi də, təəssüflə mən. Həm erişmişdi, erişmiş qəmu qəmcinə şadi. Həm erişmiş, məsələn bu erişmişdi, onu siliblər, olub erişmiş. Həm erişmiş qəmu qəmcinə şadi. Qəmu qeyd əhli bulmuşdi şadi. Qəmu qeyd əhli bulmuşdi cüşadi. Cüşadi açıqlıq. Bənəfşə yasəmin susən sənubər. Bənəfşə yasəmin susən sənubər. Gətirmişlərdi başı lalə-i əbhər. Oturdu qəmərlər həm bir tərəfdən. Gümrülər ehtimalən olacaqdı. Ötür deyən oxurdu. Oturdu gümrülər, mən bunu gümrü oxumalıyam, qəməri oxunmayacaq. Ötürdü gümrülər həm bir tərəfdən. Çığırır tutilər hər bir qərəfdən. Qurəf otaqlar. Çığırır tutilər hər bir qurəfdən. Çığırır tuti dirdi bəndən ey dost. Çığırır tuti dirirdi bəndən ey dost. Ötübdir məhərrilər məqsud maust. Çığırır tutilər deyirdi bəndən ey dost. Ötübdür mühərrilər ya mühərrilər məqsud maust. Orada da bir irat vardı. Ötürdü yanmə bir şeyxi məna. Oturdu yanıma bir şeyxi məni. Dedi şərh ilə nəzm olsun bu əsma. Oturdu yanıma bir şeyx məna. Dedi şərh ilə nəzm olsun bu əsma. Yetərkən qədrinin sözə tü bülbül. Yetərkən qəddi rəngi sözə tü bülbül. Sözün olacaqdı ehtimalən. Yetərkən qəddi rəngi sözün tü bülbül. Bu gülzar içrə sən də eylə qülqül. Gözün aç xab-ı qəflətdən oyanə. Dəmağın iş bu bulalərdən Dəmağın iş bu bulalərdən boyanə. Bu lalələrdən olacaqdı. Dəmağın iş bu lalələrdən boyanə.
Ola ki mevt ilə qəflətlə cana, ola ki mevt ölüm ilə qəflətlə cana, məcal irmiyə nutqi üçün zəbana. قال الله تعالی اذا جاء اجلهم لا يستأخرون ساعة və la yestaqdimun. Allah beləsi deyibdi ki, buyurubdu ki, əcəl gələndə baxmaz kimsən nə karəsən, işin nədir, gücün nədir, nə bir dəqiqə la yestəxirun, gecə qalmaz və la yestaqdimun, və nə də önə keçməz. Cücan bu sözləri xoş eylədi nuş. Cücan həman çocan, Cücan bu sözləri xoş eylədi nuş, nişatindən həman dəm eylədi cuş. Oyandı uyqudən, göz açdı cüncan, gedirdi qəflət-i xusin həman an. Gedirdi yəni apardı, atdı. Cürdü masavadan ruhi haqqa. Cürdü yəni çün ürdü. Cürdü masavadan ruhi haqqa, şuru etdim həman dəm suyi haqqa, şəfi edindi can fəxr olurani, həman o olur ani. Şəfi edindi can fəxr olur ani, nübüvvət kani əni müstəfani. Cəhanə əvvəlu həm axər oldur, bu xəlqə zahirü həm batin oldur. Odur ancaq tilismi rəhməti xas, ani etməz məgər miftahi ixlas. Ani açməz məgər miftahi ixlas. Özü inəsidir Zülcəlalın. Özü aynəsidir. Özü aynə, iynə deyilmiş, aynə. Özü aynəsidir Zülcəlalın. O bilin eynidir. O bilik eynidir, eyni kəmalın. O bilik, düşüncə, anlayış, bilgi. O bilik eynidir, eyni kəmalın. Onun eşqinə sərgərdan, əflak, səfa cərh olurlar cənnət halak. Cəfadan cərh olurlar cənnət halak. Çalak ola bilər, halak yazıbdır. Geniş bir gündə dur edər simaya. Gönüş bir gündə dövr eydər səmaya. Günəş bir gündə dövr eydər, dövr dolanmaq. Dövr eydər, doğru da dolanmaqdan gəlir. Dolanmaq dövr. Dövrdən gəlir, doğru. Farsa gedibdir. Günəş bir gündə dövr eydər səmaya. Arar nurun nola abdən bəhaya. Arar nurun nola abdən də ola bilər, bəhaya. Qoluhu tamam, oxuyaq, bura gedək, axırı qutulsun. Yüzün yerə qoyub daim, əgər su bulub ol zati, süvər payinə ru, sürər payinə ru. Zehi sanki açdı babi ənam, vücuda gəldi adəmi neçə ənam. Tu geydi hər biri bir dürlü heyət, şu heyət üzrə kim göstərdi hikmət. Dedi qüdrəti, düz 7 qüdrəti, beləsi bir şey oxunuram mən. Düz 7 qüdrəti bin dürlü əxvan, və lakin zübdəsi oldu bu insan. Çevirdi Adəmə lütfündən idrak, onun üçün oldu qeyridən
bu دراج چوردی غیره نسبتی قدر اعلا mükerrem eylədi, bildirdi əsma. Bundan sonra geçir Allah Təbarək və Təala'nın əsmaların bir açıqlır. Gedək kitabın axirindən biraz oxuyaq və qutaraq. Tarixi oxumuşduq, bir dənə ondan öncə Ya Varis adında, bir dənə də Ya Rəşid deyə Allahın bir adı var imiş, Ya Rəşid. Gərgəlü namə gəldüm əhl-i halə. Gəlgələ. Gərgəlü namə gəldüm əhl-i halə. Bununla irdilər irik kəmalə. Bununla büldülər dövlət əzizan. Bununla ərdilər irşad piran. Şuyux irdi bununla vəsl yarə. Bulər mədah dürür. Bulər məd əhəd dürür. Ol yadigarə. Bulər mədahət dürür. Ol yadigarə. Mədahət mədhi əhəd. Məddi əhəd dürür. Əhəd dürür anlamındadır, amma şeirdə bulur məddi əhəd dürür ol yadigarə. Demiş bətər öküb nami rəşidi. Demiş bətər öküb nami rəşidi budur 99 əyyam idi. 99 adın burada sahibdir. Hətta 99 ad sahibdir Allaha. Budur 99 əyyam idi. Demiş bu nam üçün həm Şeyx Əkbər Cəvahir içrə budur la'l əhmər. Cəvahir içrə budur la'l əhmər. Fərahiyyət dirir qəlbə kədərdən. Fərahiyyət verir qəlbə kədərdən. Nitəkim la'l edər ani nəzərdən. Demiş həm Cəfəri Sadiq bu ismi dinlər layiq eylər zata cismi. Dinlər layiq eylər zata cismi. Demiş şibli din bu nami pərca. Demişlər şiblidən bu nami hərcah əlindən əzlər olub öldürməyə cah. Demiş bu namə Sultan Hacı Beyram olur məşğul olan əsrində Əllam. Dedi pirim əzizim Şeyx İsa bu namilə olurdum dillər olur. Bu namilə olur ruhi dil olurdun dilər əhya. Ölü ruh dilər əhya. Bu nam ilə ölü ruh dilər əhya. Bu namın zikri kimdə olsa adət, o zində gör nə nur şücaət. Bununla səltənət buldu Süleyman, müsəxxər oldu. Nə mənə? Nəğ cinnu insan. Müsəllər oldu vəğ cinnu insan. Rəşidün 514'dür səmay. Şumari. Rəşidün 514'dür şumari. 700 zəhrə vaxtində bu kari. Ediniz zöhrə vaxtində bu kari. Tamam. Ben biraz bu
sonda ya yoruldum ya da xətti oxuya bilmədim. Hər halda bu kitab çox cəlib kitabdır. İslamda, İslam içində irfan ola, Quran ola, hədis ola, istəyə biri bunları anlaya, gərək Allahın adlarını bilə. Ya da ki, Allahın adları üçün əsli kəlmələrdir və İslamda da bunlar, məsələn, dedik ki, məsələn, Rəşid sözü, Varis sözü, Hadi sözü, Baqi sözü, Bədi sözü, Zat dəstəli indi zamin zığına yazılan, Yanur, Nur sözü. Bunlar Nur, Sur, Nafi, Şafi, Mani, Cami, Muğni, Muqsid. Bunlar, bu sözlər İslamda, İslamçılıq düşüncəsində, düşünürlərin düşüncəsində bunlar önəmli yerləri var bu sözlərin. Hər kəs istəyir ki, Qur'anı doğrudan anlaya, irfanı, hətta əşarı, şeirləri, qəzəlləri doğru anlaya, gərək bunları bilə. 100 dana kəlməni bu da açıqlayıbdır ki, içi nədir bunların? Bunları biləndən sonra təbii ki, adam bir şeyləri çox yaxşı bilər. Mən bunların çox bilmirəm. Yəni, çoxuncu yox, heç birisini bilmirəm. Yəni, məsələn, deyək ki, Zülcəlal və İkram nə deməkdir? Gəldi indi, dərd cana Zülcəlal olar. Cəlalət isminə qurbi visal olar. Daim Zülcəlali dedi. İndi mən gəlib burada deyəm, nə deyim bunu? Vey daim Zülcəlali ilə və ikram, ehtimalən, daim, yəni, daim Zülcəlali ilə və ikram, ruzinə layiq olsun, dirirsən, dilərsən ikram. Yəni, istir məni eləsin, bunları gərək biz anlayaq, amma mən bilmədiyim üçün burada getmirəm, çünki daha zorum çatmadı, bəlkə də yoruldum. Fikirəm ki, 2 saat yarımı geçir hətmən. Bir qəzəl, bir tərcibənd filan gətiriblər ki, mən onları çoxunu da bilmədim, amma biraz oxuduq hərəsindən 1-2 dana, bəzisindən 1-2 dana oxuduq, çox oxumadıq. Mənisində şeir yazdığı üçün, heç onu əslə oxumadıq, çünki mənə ağır gəldi. Xətdən ki, xəttini oxuya bilmədim, anlamağa ağır gəldi. Özəlliklə ərəbəcəsini anlamadığım üçün türkçəsinə də çox girişə bilmədim. Amma 4-cü kitab mənə çox faydalı oldu nəzərimə. Mənzumi Şərh Əsmaül Hüsna idi. Bu kitabın yazı tarixi üst-üstə 500 il bundan qabaq yazılıbdır, deyək. Deyir ki, bu kitabın özündə deyir ki, bunu Sultan Müstəfaya geçsin, çatsın onun əlinə. Cəlibdir ki, Sultan Müstəfa 70 il bundan sonra doğulubdur, ya da 52 il bundan sonra bu şeiri yazandan sonra doğulubdur. Yəni, kitabın sonunda şeir tarix verib ki, mən bu tarixdə bu kitabı yazdım, qutardım. Bu tarixdən 52 il sonra Mustafa doğulubdur, o ki sultan olubdur. Və biraz da deyirlər, mən bilmirəm, ChatGPT deyir, ChatGPT bilirsiniz, düşmənlərin keçən 250 il yazdığından gətirir. Deyir ki, əqli müşkül olduğu üçün o, məsələn, 2 dəfə şahlığa qoyublar. Əgər əqli olsaydı, 2-ci dəfə qoymazdılar. 1-ci dəfə 2 ay, 3 ay şahlıq edibdir. 2-ci dəfə də bir 4 il arı ilə yenə də onu qoyublar. Bu 4 ildə nə olubdu, onu bilmirik. Yəni, mən bilmədim. 4 ildə sonra yenə də bunu gətiriblər. 12 ay ta 13 ay deyir şah qoyublar. Olmaz. Yəni, bu əgər 1-ci dəfə görsələr, 2-ci dəfə qoymazlar. İlla ki, qəhətlik varmış, məsələn. Osmanlıda erkəkliyə qəhətlik olsaydı, təbii ki, onda bir ayrı məsələ. Hər halda, amma bir Şahzadə Mustafa var ki, bu zamanda var. O Şahzadə Mustafanın, mən onu tutdum nəzərə, dedik, o da Sultan Süleyman Qanuninin ki, o oxumuşuq, filmin, serialına baxmışıq, dizisinə baxmışıq. Onun bir oğludur ki, o da ölübdür. O da bir neçə yaşında təəssüflə öldürülübdür. Dədəsi tərəfindən əlbəttə, o da qətlə yetirilibdir. Elə o dizidə də yadıma gəlsə, görsədirdi. Bu kitab Allahın 99 adın
yazır və hərəsinə bir neçə beytidə şeirlə, bir neçə beyti şeirlə onları məni eləyir və açıqlamağa çalışır. Bu günləri, bu düşüncədir, görüşdür. Yəni dediyim kimi, şeir bir görüşdür, düşüncədir, bir duyğudur. İnsan bir duyğusu var, bir anlayışı var, bir görüşü var, bir baxışı var dünyaya. Ona görə fərqli görür də. Şairlər hər şeyi fərqli gördüyü üçün də fərqli yazırlar. Odur, ərəbcədə dediyi bir gün adları necə dəyişir? Adlar anlamdılar, düşüncədirlər. Bir mənadır, bir qavramdır. Onu necə düşünür çox mühümdür. Ki, görək türklər məsələn Rəhmanı nə düşünür? Rəhməti nə düşünür? Cəbbarı nə düşünür? Yəni məsələn bunlar mənə çox mühümdür. Görürüm ki, məsələn Allah necə cəbbar ola bilər? Məsələn cəbr eləyən, yəni zordur. Allah zor deyə məsələn. Əlbəttə əgər belə tutsaq ki, bizim yaranmağımız zorlandır. Yəni biz istəmirik ki, bizə demirlər, soruşmurlar ki, sən istəyirsən doğulasan, nə olasan ya yox. Doğuluruq. Təbiət nənə-dədəmizlə bir təbiət. Nənə-dədəmizə də zordur. Yəni nənə-dədəmiz də öz-özlərinə gəlmirlər ki, bunlar içələrində bir şey olur, qalxırlar, gəlirlər, bir aralarında bir ittifaq düşür, bir hadisələr üz verir ki, sonra da nənə yavaş-yavaş istəməyə içəridə qarnının içində bir şey gəlir. Nənə istəməyə onu doğmalıdır. Bu zordur. Əslində bu zordur. Necə ki ölmək də elə zordur. Yəni mən istəmirəm öləm, amma öləcəm. Yəni bunu bilirəm ki, öləcəm, amma istəmirəm öləm. Yəni mən ölməkdən xoşum gəlmir. Yəni deyim ki, əlbəttə rahatdır. Yəni ölməyi mən təcrübə elədiyim üçün, yaşadığım üçün ölməyi 2 dəfə ömrümdə ölümü təcrübə elədiyim üçün ölüm çətin bir şey deyil, çox rahatdır, çox da gözəl bir təcrübədir. Amma insanın son təcrübəsidir. Yəni bu təcrübədən gəlib deyə bilmir o birisi insanlara ki, ay insanlara ölüm belə bir şeydir. Amma ölümdür da, yəni adam isə amma da zordur. Yəni o da bir zordur. Təbiətin zorudur. Allah belə bir qanun qoyubdur ki, zorluq olur. Əgər cəbbarlığı istəyirəm deyəm ki, nə mənə türk, nə cür düşünüb bir türk, o çox mühümdür mənə. Bunları düşünmək lazımdır, bunları anlamaq lazımdır. Hər halda Allaha 1000 mərtəbə şükür ki, bu günləri bizi bu Fatihə